Hər vaxtınız xeyir. MİQ və sertifikasiya hazırlayan ibtidai sinif müəllimlərimizi nəzərinə çatdırım ki, artıq bundan sonra biz sizə ödənişsiz formada maksimum dəstək olacaq. Elə bir dəstək ki, inanmıram ki, hansısa ödənişli dərsə qoşulanda sizə bu formada, bu cür geniş miqyasda və bu cür keyfiyyətdə xidmət göstərsin. Təbii ki, bu mənim şəxsi fikrimdir. Dərslər YouTube kanalımızda ödənişli şəkildə paylaşılandan sonra özünüz də baxıb dəyər verəcəksiniz. Təbii ki, bu da sizin seçiminiz olacaq. Amma dəstək qarşılığı olmalıdır. Biz sizə maksimum dəstək göstərməyə çalışacağıq və bu dəstəyimizi davam etdirməyə çalışacağıq. Bunun müqabilində siz də bizə dəstək olmalısınız. Aylıq 20 AZN ödəniş etməklə bizim sınaq qrupumuza qoşulursunuz və bizə dəstək olmuş olursunuz. Amma sınaq qrupuna boş-boşuna qoşulmursunuz ha. Sınaq qrupuna da qoşulanda həm bizə dəstək olmuş olursunuz, həm də biz sizi biraz daha mükəmməl bir şəkildə təkmilləşdiririk. Görün nələr əldə edirsiniz. Sınaq qrupuna qoşulanda, artıq bu ödənişli qrupa qoşulanda deyirəm nələr olacaq. Ki, qoşulmayanlar buradan da olsa öyrənə biləcəklər. Sınaq qrupuna qoşulanlar mövzu sınaqları əldə edirlər. Elə belə mövzu sınaqları deyil bu. Baxın, məsəl üçün 6 dənə sınaqdır. Baza dərsini əhatə edən sınaqlar o öz yerində. Ondan sonra MHM kitabı başlamır. Siz 2 mövzu izahını izlədiniz, o 2 mövzu testini işləmədiniz. Bax, o 2 mövzunu əhatə edən mövzu sınağı 1. Mövzu sınağı 2-də digər 2 mövzunu əhatə edən mövzu sınağı. Mövzu sınağı 3-də hər 2 dənədən bir. Başdan ayağına öyrənmişsə o bax, bir ilə ikinci sınaqdakı mövzular. Yəni indiyə kimi nə öyrənmişsə onların qarışıq sınağı. Bax, mövzu sınağı 4-də 2 mövzu, mövzu sınağı 5-də 2 mövzu, mövzu sınağı 6-da yenə də 1-dən 5-ə kimi. Yəni başdan ayağa. Yəni həftə 3 dəfə mövzu sınağı paylaşılacaq və təbii ki, onların izahı. Bir dəfə mövzu sınağı, ikinci dəfə mövzu sınağı, üçüncüdə isə yenə mövzu sınağıdır, amma başdan ayağa. Növbəti həftə mövzu sınağı 2 dənə. Üçüncüdə 2 həftə bir yerdə başdan ayağa. O bir həftə mövzu sınağı yenə də başdan. Yəni bu formada 40 dənə mövzu sınağının və mövzu sınağının izahını izləyəcəksiniz, işləyəcəksiniz və izləyəcəksiniz. Və imtahana 1-2 ay qalmış vaxtda isə ümumi sınaqları keçdik. Hazırda burada 80-dən çox ümumi sınaq var. Əlavə sınaqlar da əlavə olacaq. 2-3 ay qalmış isə gündəlik biz sizə sınaqları verəcəyik və həmin sınaqların izahını verəcəyik. Və bundan da əlavə bizim ödənişli WhatsApp qrupumuzda olacaq. Daha doğrusu ödənişli WhatsApp qrupumuzda olacaqsınız həmin qrupa qoşulanda. Həmin WhatsApp qrupunda da gün ərzində kimin nə sual yazır, gecə gündüz səhər sualını yazır və mən sutka ərzində mütləq şəkildə cavablandırıram o sualları. İstər sınağa aid, istər YouTube-da izlədiyi mövzu izahına aid sual yarana bilər, istər başqa bir vəsaitdən sual yarana bilər, fərqi yoxdur. İbtidai sinif müəllimlərini əhatə edə biləcək bütün suallara bir yerdə müzakirə eləməyə mən hazır, təbii ki, riyaziyyatdan, başqa fəndən demirəm. Belə, ağlıma gələn bütün məlumatları verdim. Əlaqə nömrəsi burada olacaq, 077 325 70 77 nömrəsinə WhatsApp-da yazaraq dərslərimizə qoşulub həm bizə dəstək olmuş olarsınız, həm də özünüzü biraz da təkmilləşdirmiş olarsınız və ümid edirəm ki, bizə mütləq şəkildə dəstək olacaqsınız. Keçək videomuza. Hər vaxtınız xeyir. MHM kitabından izahımıza qaldığımız yerdən davam edirik. Bu dəfəki mövzumuz faiz məsələlərdir, yəni faiz mövzusu və qeyd edim ki, indidən qeyd edim ki, biləsiniz, faiz mövzusu sizin üçün çox asan olacaq. Hətta çox asan olacaq. Amma kimlər üçün? Hər kəs üçün asan olmayacaq. Öyrənməyən üçün təbii ki, asan olmayacaq. Yanan yer necə asanlaşdırmaq üçün? Kimlər üçün asan olacaq? Kimlər ki, məsuliyyətli şəkildə və ardıcıl şəkildə dərslərimizi izləyirsə, onlar üçün bu asan olacaq. Niyə? Çünki faiz məsələlərini bilmək üçün əslində bir mövzunu bilməyimiz kifayətdir. Mən amma sadəcə onu 2 yerə bölürəm, 2 mövzu deyirəm. Amma ikisi bir də bir mövzu sayılır. Yenə də ayırmışam. 2 mövzu bilməyimiz kifayətdir. 1. Kəsirləri, 2. tənasübü. Vəssalam. Faiz məsələsi hələ kəsir məsələlərinin eynisidir. Yaxşı. Biz bunun üçün nə etməliyik? Biz bunun üçün əgər kimlər ki öyrənməyibsə, birinci bazı dərslərində kəsirlər arasında əməliyyatı öyrənməlidir. Elə məsələləri qoydum bir qədər. Kəsirlər arasında əməliyyat misal şəklində var. Adi kəsirlərin toplanması, çıxılması, düzgün kəsir, düzgün olmayan kəsir, qarışıq ədədin düzgün olmayan kəsirə çevrilməsi, düzgün olmayan kəsirin qarışıq ədədə çevrilməsi, eyni məxrəci kəsirlərin toplanması, müxtəlif məxrəci kəsirlərin toplanması və çıxılması, onluq kəsirlərin toplanması, çıxılması, vurulması və bölməsi. Bir sözlə kəsir mövzusu da çətin bir şey deyil. Bunu 5-ci sinif şagirdləri də öyrənə bilər vaxtı ikən. Siz də öyrənə bilərsiniz. Mən məsələsini demirəm. Sadəcə əməliyyatları. Öyrənməlisiniz, boşluğun varsa birinci bazı formalaşdır. Daha mən oralara girməyəcəm, çünki bunu su kimi öyrənmişik. Ondan sonra bunun əvvəlki dərsimiz kəsir məsələlərdir. Kəsir məsələlərini işləməyə başla. Öyrən onları. Kəsir məsələni demək ki, süper şəkildə işte təbii ki, kəsir məsələnin içində çətinliklər var, onları eləməyə də bilərsən. Yəni eləməlisən, amma
Ola bilər ki, bacarmırsan, can sağ olsun, yenə də o faiz məsələni təsir eləmir. Sən onsuz da öyrənəcəksən. Sən kəsr məsələnin sadələrini, orta səviyyədə olanlarını işləyə bilirsənsə, problem yoxdur. Faiz mövzusunda su kimi başa düşəcəksən və işləyəcəksən. Hətta faizi işlədikcə beynin biraz da açılacaq, o kəsirli çətinlikləri də bəlkə də daha rahat işləyəcəksən. Zamanla beynin açılışaraq oxşar mövzular olduğu üçün burada biraz da inkişaf edir o mövzu üzrə sənin beynin. Ona görə faiz məsələlərindən qorxmuruq. Mən indi faiz məsələlərinin mövzu izahını verəcəm. Qısa bir mövzu izahı olacaq yonsda. Ondan sonra keçdik tapşırıqlara və tapşırıqlar işləyəndə ki, doğru bu faiz məsələsi nə asan imiş ki. Mən boş-boşuna neçə illərdir və ya neçə aylardır bu mövzudan qorxurmuşam. Sən demə çox asan imiş, özünüz də görəcəksiniz. Yəni boş-boşuna demirəm, özünüz görəcəksiniz bunu. İndi keçirəm mövzu izahına. Baxın, mövzumuz faiz mövzusu olduğu üçün birinci hələ faiz nədir onu deyəcəm. Əslində faiz nədir deməyim kifayətdir mövzu üçün. Yəni mövzu izahını ona bitirə bilərəm əslində. Çünki faiz nədir sualının cavabı görəcəksiniz ki, bir dənə o sualın cavabını mən bilsəm, görəcəm ki, sən də belə kəsr məsələsidir. Ondan sonra deyə bilərsən, mən ki, Rasim deyən, heç izahı ehtiyac yoxdur, qalanını özümə deyəcəm. Amma mən yenə də vacib məqamları toxunacağam. Hansı vacib məqamlar ki, əslində biz onu bilirik. Sadəcə mən sizə onu biraz da isbat edəcəm, göstərəcəm, məntiqini başladığım deyəcək ki, hə, doğrudan asan imiş. Faiz nədir? Ədədin %1 hissəsinə 1% deyilir. Yəni ki, 1% nə deməkdir? 1% bərabərdir %1-ə. Yəni, ədədin %1 hissəsi 1%dir. Bu nə deməkdir? Normal həyatdan deyim, tutaq ki, mənə deyirlər ki, Azərbaycan əhalisinin 1% işsizdir. Çox da işsizdir, məsələ üçün deyirəm də. 1% işsizdir. Sən də əvvəl faizi bilmirdin, indi 1% nə deməkdir? Rasim demişdi, ədədin %1 hissəsi, hə, %1 deməkdir. Hələ 1% elə %1 deməkdir. Buradan faizi çıxardım, belə fikirləşim. Azərbaycan əhalisinin %1 hissəsi işsizdir. Yəni 1% %1 demək deyil, %1 hissəsi işsizdir. Amma mən də kəsr məsələsi həll edə bilirəm. Azərbaycan 10 milyon əhalisi varsa, 10 milyonu 100-ə bölüb 1-ə vuracam. Vəssalam. Və ya 10 milyonu %1-ə vuracam. Ədədin hissəsi daxil olsun, ədədi %1-ə ədədi hissə göstərən kəsrə vurduq və s. Yəni mən faizi, bax görürsünüz artıq mövzu hazırdır. Mən faizi kəsrə çevirəcəm, ondan sonra olacaq kəsr məsələsi. Və s. Faiz məsələsi nədir ki? Faiz kəsrə çevirməsi çətin bir şeydir, indi göstərəcəm. Kəsrə çevirəndən sonra mən artıq kəsr məsələsini bildiyim üçün mənim üçün olur heç nə. Heç nə deyim, yəni asan mənada heç nə, asan o barədə deyirəm. Hə, 1% nədir? %1-ə bərabərdir. Gəlin biraz da dəqiqləşdirək beynimizdəki sualları. Bəs onda 2% nədir? Təbii ki, %2-dir. Bəs 19% nədir? %19-dur və s. Daha davam eləməm. Məntiqi tutdunuz da. Yəni, bizdən faizi ədədə çevir deyəndə, bunu da başa düşünün. Bax, bu tərəf, sol tərəf yazılan faizdir. Rasim, bu ədəd deyil. Yox, bu ədəd deyil. Necə yəni? Deyirəm, bir ədəd deyil, 2 ədəd deyil. Amma bunlar ədəd deyil. Amma bütövlükdə bu ədəd deyil. Çünki yanında faiz işarəsi var. Sən hələ ədəd öyrənmirsən, belə ədəd öyrənmirsən, ədədlərin içində belə bir şey var, bu da ədəd sayılır. Yox. Bu faizdir. Faizi ədəd çevirsən, olur sən bildiyin ədəd. Kəsirdə, kəsirlər nədir? Ədəd sayılır da. Kəsirlər də ədəd sayılır. Hansı ədədlər? Rasional ədədlər. Yəni kəsirlər də ədəd sayılır. Bax, çevirdin, nə oldu? Ədəd. Başa düşdünüz? Yəni sol tərəfdə yazılan faizdir, sağ tərəfdə yazılan ədəddir. Deməli, mən faiz məsələni həll etmək üçün birinci bu faizi çevirməliyəm ədədə, o da 99% kəsirə çevrilir onsuz da. Ondan sonra olur kəsir məsələsidir və salam. Ha, nə asan. Deməli, faizi ədədə çevirirsən 5-dir. Mövzu qurtardı əslində. Amma davam edəcəm mən. Deməli, faizi ədədə çevirirsən. Faizi ədədə çevirəndə fikir verin, nə edək? Birinci lor ilə deyirəm, sonra məntiqini də çıxartacağım. Neçə faiz deməyib bizə, yəni faizi göstərən ədəd yoxdur. Onu necə var yazıram, məxrəcinə 100 yazıram. Bax, 2% ədədə çevirəndə 2-ni yazıram, məxrəcinə 100 yazıram. 19%. Faizi göstərən ədədi köçürtdüm bura, məxrəcinə 100 yazdım. Deməli, 97%. %97 deməkdir. Düzdür? Başa düşdük. İndi bunu məntiqi cəhətdən başa düşməyə çalışaq. Əslində faizi ədədə çevirəndə məxrəcinə 100 yazmaq qalsın bir qırağa. Əslində biz 100-ə bölük, kəsr xətti bölmə demək. Bax, 1-i böldüm 100-ə. 2% nədir? 2-ni böldüm 100-ə. 19% nədir? 19-u böldüm 100-ə. Və buradan qayda çıxardıram ki, faizi ədədə çevirmək üçün faiz göstərən ədədi 100-ə bölməliyik. Yazılı yazım, 100-ə böl. Deməli, faizi ədədə çevirmək üçün faiz göstərən ədədi 100-ə bölməliyik. Deyirsən ki, ay Rasim, nə ehtiyac var? Elə bu ən asanı da. Yox, ehtiyac var. Nə üçün? Çünki belə deyəndə rahat elə məxrəcinə 100 yazıram, elə 100-ə bölmək deməkdir onsuz da. Məxrəcinə 100 yazıram da, hər dəfə belə yazacağam. Yox da. Çünki sənə onluq kəsir verir, tutaq ki, 372,5% məsələn. Deyir ki, bunu ədədə çevir. Bunun məxrəcinə 100 yazsın, %372,5%. Yaza bilərsən, hə, %372,5%. Amma variantlarda onu tapmayacaqsın axı. Sən deməli başa düşməlisən ki, burada 100-ə bölmək lazımdır. Belə normal ədəd verəndə məxrəcinə 100 yaz da, o heç problem yoxdur. Çünki onsuz bu 100-ə bölməkdir.
Onsuz 100-ə bölməkdir. Amma onluq kəsrlə verəndə sən 100-ə böl. 100-ə onluq kəsrlərin vurulması, bölünməsi də öyrənmisənsə, bilirsən ki, 100-ə bölən nə olur? 100-ün 2 dənə sıfır olduğu üçün vergül 2 dənə sola sürüşür. Yəni burada cavab olacaq 3 tam 1000-də 725, bu 7-dir ya belə. Yəni 100-ə böldüm. Bir sözlə, mən artıq öyrəndim ki, bunu silirəm, artıq səliqəli yazıram yuxarıda qaydaları. Faizi ədədə çevirmək üçün 100-ə bölmək kifayət. Sualları tətbiq edəcək görəcəksiniz. Mənasını da bildim, məntiqini də bildim. Çünki 1% %1 də biri 100-ə bölürlər də əslində. Deməli, faizi ədədə çevirəndə 100-ə bölürlər. Nə ilə verir? Adi kəsirlə, onluq kəsirlə sən sadəcə baxırsan, haça necə 100-ə bölürsən. İstəyirsən, normal natural ədədlə verirsə 5%, elə bunu 5 bölü 100 yazmağım kifayətdir. Vəssalam. Onluq kəsirlə verirsə, belə böl yazıram. Belə. 2 dənə bölmək yaza bilərəm. Bir belə yaza bilərəm, bir də belə bölmədə kəsir xəttini. Fərqi yoxdur, ikisinin də funksiyası onsuz da eynidir. Sonra baxırsan variantlarda hansına uyğun verə bilərsə, sən də onu seçəcəksən. Vəssalam. Faizi ədədə çevirmək üçün nə lazımdır? 100-ə bölmək. Sən də faizi ədədə çevirməyi bilirsənsə, faizi ədədə çevirəndən sonra sənin məsələn olur adi kəsir məsələ. Məsələn üçün belə məsələ tip edirəm, həll etməyəcəyik. Deyirlər ki, filan şeyin 45%. 45% sən necə qorxursan? Çünki mən faizi bilirəm. 45% nə deməkdir? Bir dənə məxrəcini 100 yazdım, mən 100-ə böldüm. %45. Faizi tulladım beynində, deyirəm ki, filan şeyin %45 hissəsi. Çünki 45% oldu %45-dir. Çünki 45% əslində %45 deməkdir. Mən buna o gözlə baxanda oldu kəsir məsələsi. Məsələn, qiyməti 40% endirim oldu. Yəni ki, %40. Başa düşdünüz? Hətta türklər hələ deyirlər. Fikir verirsiniz, bizdə faizə faiz deyirik, türklər çox vaxt deyirlər yüzdə, nə bilim, %50 indirim, belə bir söz deyirlər də, reklamlarda görənlərdə. Nə deməkdir? 50% endirim də bizim dediyimiz, başa düşdünüz, %40, %50. Vəssalam, faizə çevirəndə 100-ə bölürük. İkinci qaydamız. Ədədi faizə çevirəndə nə olacaq? Tərsinə fırlatdım da, nə olacaq? Təbii ki, burada 100-ə bölülərsə 100-ə vururuq. Bir dənə də bunu bilək, 100-ə vur. Yəni bu nə deməkdir? Tutaq ki, mənə ədəd verilib də, bax 5-də 1 ədəddir. Filan şeyin 5-də 1 hissəsini tapmalıyam. Ədəd verilib də mənə. Mən indi buna faiz kimi baxmaq istəyirəm. Deyirlər ha mənə 5-də 1 hissə tap. Görürsən bu neçə faizdir? Yəni bax bu o deməkdir. Yəni ədəd kimi verilib. Bu faiz deyil ki. Bunu faizə çevirmək istəyirəm. Deyirəm görürsən bu faizlə mənə deyirlər filan şeyin 5-də 1 hissəsini tap. Görürsən neçə faiz deməkdir bu? Bu ədədi faizə çevirmək istəyirsə, nə deyim, 100-ə vur. Ədədi faizə çevirsə, bu ədədimin özünü vururam 100%-ə. Yəni faizə. İxtisar gedir, cavab olur 20%. Deməli, 5-də 1 əslində 20% deməkmiş. Bu ikisini yadda saxlayırsınız. Məntiqləri də başa düşürüm, qaydalar çox asandır. Faizi ədədə çevirəndə 100-ə bölürsən, ədədi faizə çevirəndə 100-ə vurursan. Məsəl üçün, qoy bir dənə də göstərim. Tutaq ki, 4-də 3 ədəd verilib. Mən bunu faizə çevirmək istəyirəm. Yəni 4-də 3 hissə əslində neçə faiz deməkdir? İxtisar gedir 25, 25 3-ə vuranda 75% deməkdir. Və sonra ədədi faizə çevirdim. Ədədi faizə çevirəndə 100-ə vurursan, faizi ədədə çevirəndə 100-ə bölürsən. Çətin bir şey var burada? Yox. Hə, yaxşı. Əslində yenir, amma mövzunu tam tutmuşsunuz. Amma göstərəcəm ki, biraz da ürəyiniz rahat olsun. Bunları bildik lazım. Belə sual düşsə çevirici keçin nədir? Uşaq oyuncağıdır. Bəs indi mənə faiz tapdısələr. Deyirəm, sən artıq onu da bilirsən də. Ben buradan xətt çəkeyim. Tutaq ki, mənə sual verilir ki, 40-ın 25%-ni tap. Tap deyirsən, tapım da. Mən deyirəm ki, 25% nə deməkdir? %25 demək deyil. 25% %25 də. Mən xəzər bir dənə 100 yazırım da. 25 böl 100. Faiz çevirdim, ədədə çevirdim. İndi bu suala belə baxacağım. 40-ın %25-ini tap. Yəni %25 hissəsini tap. Desəm, 25% bu deməkdir axı elə. Faizi ədədə çevirdim, suala belə bax. 40-ın %25 hissəsini tap. Nə edərsən? Deyirsən ki, ədədin hissəsini tapmaq üçün iki qaydamız var idi. Ədədi hissə göstərən kəsirin sürətinə bölüm mərkəzinə vururdum. Ya da ki, ədədi birbaşa kəsirin özünə vururdum. Ən rahatı odur. 40-ı birbaşa vururam nəyə? %25-i. Vəssalam. 40-ı %25-ə vurmaqla mən 25%-ni tapdım. Çətin bir şey var burada? Yox. Daha həll eləmirəm. Cavab onu alınacaq. Kəsirlərin vurması, bölməsi onu siz bilirsiniz. O testlərdə işləyək. Tutaq ki, 40-ın 17%-ni tap. 40-ı nəyə vuracaqsan? %17-yə də. Çünki əzbərləmirsən də, məntiqli başlayır. Çünki 17% %17 deməkdir. Mən artıq buna belə baxım, 40-ın %17 hissəsini tap. Ədədin də hissəsini tapmaq üçün ədəd hissə göstərən kəsrə vurdu. Yəni 40-ın %17 vurmamız kifayətdir. Cavab neçə ancaq özü bilər. Başa düşdünüz? Nə bilim, 70-in 14,5%-ni tap. Nə edəcəksən? 70-i vurmalısan neçəyə? Bax, bunu ədədə çevirməlisən. 14,5% ədədə çevirəndə necə çevirdik? Faiz ədədə çevirəndə 100-ə böldük. 14,5-i 100-ə böləcəm. Vergül 2 dənə sola fırlanacaq. O da 0,100-də 145. 2 dənə sola sürüşdü də. Deməli 14,5% 0,100-də 145 deməkdir. Onda bu 70-in 14,5%-ni tap. O deməkdir ki, 70-in 0,100-də 145 hissəsini tap deməkdir. Ədəd hissəsi tapmaq üçün ədəd hissə göstərən kəsrə vururum da vəssalam. Yəni
Ədədin faizini tapmaq üçün faiz göstərəni, faizi ədədə çevirirsən, başa düşdünüz? Sonra nə edirsən? Ədədlə o hissəni bir-birinə vursan. Çünki faiz ədəd çevirirsən, hissə yaranır. 40-ı vurursan bura. Yəni 40 vur %25, 40 vur %17, 70 vur %14,5. Əslində bu o deməkdir, gəldi. Məxrəcdə 100. %14,5. 14,5 100-ə böləndə onluq kəsilə çevrilir. Ona görə bu cür yazmışam. Belə də yaza bilərsiniz, heç bir problemi yoxdur. Və buradan əslində məntiqi tutdunuz, amma qayda olaraq aşağı siniflərdə belə qayda verirlər ki, əslində o qayda buradan çıxın, özünüz də görürsünüz. Bax 40-ın 17% tapmaq üçün 40-ı vurdum %17-yə də. Onlar belə qayda çıxardılar ki, ədədin faizini tapmaq üçün, o aşağı siniflər üçündür, bizə lazım deyil, sadəcə deyirəm sizə. Ədədin 25%-ni tapmaq üçün ədədi, bu 17-ni göstərim də, qoy burada onun həlli var. Ədədin 17%-ni tapmaq üçün ədədi faiz göstərən ədədə vurub, yəni 40-ı 17-yə vurub 100-ə bölürük. Əslində biz yazdığımız da orada bu məxrəcə 1 yazsam, 40-ı məxrəcə 1 yazsam, sürətə vuraq, bax 40 17-yə vurulur, bölünsün məxrəc 1 vur 100. Ədədi faizə vurub nə edirik? 100-ə bölürük. Amma rahat olsun deyə biz kəsirlər öyrənmişik də aşağı sinifdə elədik artıq. Hələ birbaşa bildik 40-ın 25%-ni tapmaq, hələ 40-ın %25 hissəsini tapmaq deməkdir. Yəni 40-ı %25-ə vurmağım kifayətdir. 40-ın 19%-ni tapmaq, 40-ın %19 hissəsini tapmaq. Ancaq 40-dan başqa da olsun, fərqi yoxdur. Eyni ədədlərdən yapışmışam, 40 deyirəm bayaqdan. O olsun 70-in 25%-ni tap. Nə edəcəksən? 70-i vuracaqsan %25. Niyə? Əzbərləmədim mən. Kəsir məsələsini biləm deyə. 25% %25 deməkdir. Mən 70-in %25 hissəsini axtarırsam 70-i %25-ə vurmalıyam da. Burada qayda olaraq mən heç nə əzbərləmirəm. İzahları da qayda olaraq getməyəcəm. Hələ hər faizi ədədə çevirəcəm, sonra kəsir kimi baxıb həll edəcəm. Çətin nə var ki burada? Əla. Deyirsən ki, Rasmet bunu deməsən də mən bildim. Çünki mən artıq bilirəm ki, faizi ədədə çevirmək olur. Faizi ədədə çevirəndən sonra mən onu kəsir məsələsi kimi həll edirəm. Nə sual versin mənə. Deyirəm, düz də deyirsən. Yaxşısı o nə var burada faiz mövzusunun içində? Ədədə görə faizin tapılması. Ədədə görə faizin tapılması. Yox, mən nə dedim? Mən indi, üzr istəyirəm, ədədin faizini tapdım. Faizinə görə ədədin tapılması. Faizə görə, xəttim pisdir, amma səslə deyirəm də, tez-tez yazıram həm də. Ədədin tapılması. Tanış gəlir bu söz birləşməsi üzrə, hissəsinə görə ədədin tapılması sözü ilə. Eyni şeydir də. Bana məsələ üçün mənə məsələ verir ki, 20% 18 olan ədədi tap. Deyirəm, bir dəqiqə. Mən 20% əslində nə deməkdir? %20 deməkdir də. Beynimdə bunu bu cür canlandırıram. Belə baxıram artıq. %20 %20 deməkdir. %20'si, yəni %20 hissəsi 18 olan ədəd tap. Deyirəm, bu faizə görə ədəd tapmaq deyildi. Mən çevirdim, bunu kəsir elədim. Çünki çevirə bilirəm, axı 20% əslində %20'yə bərabərdir. %20 hissəsi 18 olan ədəd axtarımda. Mən hissəsinə görə ədədin tapılmasıdır artıq. Mən də bildim ki, hissəsinə görə ədəd axtarımda nə edirdim? Ədədi hissə göstərən kəsirin sürətinə bölüb məxrəcə vururdum. İkinci üsul nə idi? Ədədimi hissə göstərən kəsirə bölürdüm. Yəni mən 18-i %20'yə bölməyim kifayətdir. Yəni 18-i vuram tərsinə 20-də 100-ə. Bəssən. Hə, mənasını bir də çox uzatmayacağım, keçəcəm suallara. Qayda olaraq deyirlər aşağı siniflər üçün. Deyirlər ki, faizə görə ədəd tapmaq üçün ədədi 100-ə vurub faiz göstərən ədədə bölürlər. Nə söz bəlirsin, nə bunları? Nə söz bəlirsin, nə sən? Bunlar bizim axı. Və doğrudan da ədədi 100-ə vurub, bu məsələsini 1 yazsam, 18 100-ə vurulub, fikir ədəd. Sonra nə edir? Faiz göstərən ədədə bölünür. Bunlar niyə? Əzbərsən adamın yanıltması kimi yadından çıxır. O birisi də qayda var, bu birisi də qayda var. Nə əzbərsən? Sən ədədin hissəsini tapmağı bilirsən? Nə bilirsən? Ədədin hissəsini tapmaq üçün edirlər. Ədədi hissə göstərən kəsirə vururlar. Əla. Hissəsinə görə ədəd tapmaq üçün edirlər. Çünki ədədi hissə göstərən kəsirə bölürlər. Şo, bundan sonra nə var ki? Axı bu faizdir. Faiz olsun da faiz də ədəd çevirəndə olur kəsir də. Vəssalam. Faizin çevirməsini bildirir. Necə çevirirlər? 100-ə bölməklə. Vəssalam, 500 sənə. Faizi 100-ə böl. Ədədə çevirir, sonra oldu kəsilməsi kimi həll elər. Tartıq getdi. Hissə tapmaq istəyirsən, hissə tap vurgina. Hissəsi görə ədəd axtarırsansa bölgünə kəsirə. Yəni hissəyə. Vəssalam. Budur mövzu. Çətin bir şey var burada? Yox. Çox uzatmayacağım. Bir bu məlumatda verim sizə ki, tam işə, onsuz normal həyatda bilirsiniz, 100% deyilir. Normal həyatda da elə də, işimin 100%'ni bitirdim. Normalda mən deyirəm onu ya. Nə demək, nə başa düşürsünüz? Ya bütün işimi bitirdim də. Ya tam işə 100%'dir, bunu biləsiniz. İşimin 50%'ni bitirdim, yəni yarısını bitirdim. Düzdür? 100%'in 50%. Yəni tam işim 100%'dir, 50%'ni bitirdim, 50%'i qalıb. 50-50'yə bölüşdük hesabı. Yəni 50%'ni o verdi, 50%'ni mən. Yəni 100% üzərinə götürəm, ya tam işə 100% deyəndə 50% sən verdin, 50%'ni mən. Başa düşürsünüz? Buna da bunu bilməliyik. Nə üçün? Çünki tənasüb quranda işimiz asan olsun deyə. Bayaqları məsəl üçün 40-ın 25%'ni tapmaq var ha. Bunu başqa üsulla keçəcəm, tənasüb yolunu göstərmək istəyirəm sizə.
Tənasibi də öyrəşəsiniz deyə. 40-ın 25%-ni tap deyəndə sizə tənasiblə göstərəm. Burada 40 əsas ədəddir. Onda mən bunu 100% qəbul edəcəm. 25% neçədir? 40-ın 25%-ni axtarıram. 25%-ni də qabağına x yazacağam. Fikir verin, tənasib quranda ədəd ədədin altında, faiz faizin altında yazılmalıdır. Tənasib necə gəldi? Bura eyni kəmiyyətin altında yazılmalıdır. Faiz faizin altında, ədəd ədədin altında. Yəni 100% 40-dırsa 25% neçədir? Burada 40-ın 25%-ni axtaram axı. Normalda biz onsuz 40-ı %25-ə vurmağımız kifayətdir. 40-ı vururuq %25-ə. Sadəcə tənasib üsulunu göstərirəm, tənasib öyrəşəsiniz deyə. Burada ixtisarlar gedir, cavab 10 qalır, çox uzatmıram. Tənasiblə həlliyəndə eyni cavabı gəlib çıxacağımızı göstərmək istəyirəm. Bax, çarpaz vuram, 100x-ə vuranda olur 100x, bərabərdir 40-ı 25-ə vuranda 1000. X də bərabərdir, 1000-i 100-ə bölürəm 10. Vəssalam. Bu da oldu tənasiblə həlli. Və ya hissəsinə görə ədədin tapılmasını göstərirəm sizə, tənasiblə həllini. Tutaq ki, 20% 7 olan ədəd. Normalda öyrənmişik də artıq. Nədir? 20% %20 deməkdir. Bu cür baxdım. %20 hissəsi 7 olan ədədi axtaram mən. Onda nə edirdim? Hissəsi ədədi axtaranda ədədi hissə göstərən kəsirə bölürdüm. Yəni 7-ni bölməliyəm %20. Yəni vurmalıyam tərsinə 20-də 100-ə. Bunun da cavab 35 çıxır. Çox uzatmıram. İxtisarlar zad gedir. Bunu tənasiblə göstərmək istəyirəm. 20% 7 olan ədədi axtarsan sən, bax tənasib vuramda, yenə də özü deyir də mənə 20% 7-dir. 20% neçədir? 7-dir. Onda tam ədəd, yəni tam işdə neçədir? 100%. 20% 7-sə 100%lik ədəd neçədir? X. Tənasib bu cür qurulur. Məsələlərdə bizə daha çox lazım olacaq. Normalda bunları həll etmək üçün bildiyimiz qayda 5-dir, amma məsələlərdə tənasiblə beynimiz daha dinc olur. Və doğrunun hər isə 35 cavabını alacaq. Çarpaz vuram 20 vur x bərabərdir 100 vur 7, yəni 700-ə. Burada x nəyə bərabərdir? 720-yə böləcəm. Eyni cavabı 35-ə gəlib, buradakı cavabı gəlib çıxacağam. Vəssalam. Sonra ağlıma gələnlərdən deyim. Yenə bu dediklərim onsuz da hamısı bildiyiniz şeylərdir, amma yenə deyirəm, mövzu izahına salmaq istəyirəm. Bunu deyim sizə. Normalda məsəl üçün deyirdik, biz hissə məsələdə 3-12-nin hansı hissəsidir? Siz nə edirsiniz? 3-12-nin hansı hissəsi deyəndə öyrətmişdik. Yiyəlik hal şəkilçisi olanı məxrəcə yazırdım, 12-ni bura, 3-ü də yuxarı. Deyirdim 12-də 3 hissəsi. 3-12-nin hansı hissəsidir? 12-də 3 hissəsi. Yəni 12-lərdən 3-üdür də. Düzdürmü? İndi sizə sual versə ki, 3-12-nin neçə faizidir? Bundan da qorxmuram. Hissəyə çevir də, sən hissəyə çevirməyi bilsən axı. Deyirsən ki, yaxşı, 3-12-nin hansı hissəsi kimi, məndən faiz soruşub. Amma mən hissəl kimi baxıram. 3-12-nin hansı hissəsidir deyirəm. Deyirəm ki, 12-də 3. Nin gedir, yəli ki, hansı gedir məxrəcə də. Deyirəm, mən hissə tapdım axı. Deyirəm, fişoda, sən hissə tapdın. İndi bunu faiz çevirmək qaldı. Bu ədəddir. Ədədi faiz çevirmək üçün öyrənmişdik. Ən əvvəldə onu öyrəndik də. Faizi ədəd çevirəndə 100-ə bölürdük. Ədədi faiz çevirəndə 100-ə vururduq. Yəni, ədədin hissəsini tapdıq, sonra bir dənə 100-ə vurmağın kifayətdir də. İxtisarlar gedir, 4-4-ün də 100 ixtisar gedir, uzatmıram buraları 25%. Çünki əsas burada işləyəcək. Əsas mən məntiqi göstərəm sizə mövzu izahında. Yəni, cavab oldu 25%. 3-12-nin neçə faiziymiş? 25%. Yəni, sən hələ hissə kimi tapırsan, 3-12-nin hansı hissəsidir? O cür tapırsan, sonra onu bir dənə 100-ə vurmağın kifayətdir. 100-ə vurmağı da əzbər kimi öyrənməmsən, çünki artıq məntiq tutmuşsan ki, ədədi faizi ədədə çevirəndə 100-ə bölürdük. Məsələn, 5%, 5 böl 100 deməkdir, yəni 100-də 5. 7% 7 böl 100 deməkdir, yəni 100-də 7, düzdür? Yəni 100-ə bölürəm. Faiz ədəd çevirəndə 100-ə böldüm, ədədi faiz çevirəndə 100-ə vururdum. Yəni mən bunu ədəd olaraq tapa bilirəm də 3-12-nin hansı hissəsini tapdım, bax bu, tapdım. Amma məndən faiz olub soruşsa, bir daha bunu 100-ə vurmağım kifayət. Tənasübü bildin, faizin məntiqini bildin, ədədin faizi tapılmasını bildin, faizi ədəd tapılmasını bildin ki, kəsirlə, yəni hissə məsələnin eyni şey idi. Bir problem var burada, məncə hələ ki yoxdur. Yəni keçək tapşırıqlarımızı işləyək. Çox uzatmayaq. Neçə dəqiqə danışdım mövzu izahında? 20 dəqiqə. Əla, sürətli danışdım. Amma sürətli danışmamın səbəbi nə idi? Əvvəldən bazamızın olması. Yaxşı, bazası olmayan burada vaxt itirməsin. Bazasını formalaşdırıb sonra gəlsin. Keçdik suallara. Bax, bunu öyrənmişəmsə ki, suallar nə qədər asan olacaq. Bir dənə rahat beyinlə sürət yığmadan gedim artıq bunları. 42% onluq kəsirlə ifadə edin. Yəni ki, 42% ədədə çevirdi. Onluq kəsir ədəddə axı. Faizi ədədə çevirir. Yadımıza salıq ki, faizi ədədə çevirmək üçün nə edirdik? Belə yazsam da qısa. 100-ə bölürdük. Yəni 42% ədədə çevirmək istəyirəmsə 42-ni 100-ə bölməliyəm. Belə də yaza bilərsən də 42 böl 100. Yüzdə 42. 42% yüzdə 42 deməkdir. Amma sənə onluq kəsirlə istəyir. Onluq kəsirləri öyrənmişsən ki, yüzdə 42 nə deməkdir? 0,42. Yəni adi kəsirlə belədir, onluq kəsirlə belədir. Hardadır? C bəndində. Birinci testin cavabı oldu C bəndi. Keçdik 2-yə.
28% onluq kəsirlə ifadə edin. 28% nəyə bərabərdir? Hamısı üstü ki, %28-ə. Məxrəcə bir dənə 100 yazıram. Əla. Amma onluq kəsir nə istəyir? Onluq kəsir necə yazacağam? 0,28. Artıq bu cür kəsir biliyiniz lazımdır. Bazı dərslərdə öyrənmişik. Adi kəsir, onluq kəsir çevirmək, onluq kəsir, adi kəsir çevirmək. Buraları çox uzatmıram. 0,28. Yəni ikinci testin cavabı da oldu. A bəndi. Silək bunu da keçək 3-ə. Deyir ki 200... Qələmi seçməmişəm. Qoldu bu yuxarı qalxsın. Deyir ki 288% onluq kəsirlə ifadə edin. Yəni faizi əldə çevirəndə. Faizi əldə çevirəndə nə edirdim? 100-ə bölürdüm. Yəni 288-i 100-ə bölməliyəm. O 100-ə bölməni də öyrənmişəm də 100-ün 2 dənə sıfır olduğu üçün vergül 2 dənə sağa sürüşür. Yəni tam ədədin vergülü həmişə nə olurdu? Bunun bazı dərsdə öyrənmişik. Sonunda olur. Tam ədəddirsə vergül görmürəmsə, əslində sonunda bir dənə vergül var. Bunu 100-ə bölürsə 2 dənə sıfır var da vergül 2 dənə sola düşməlidir. 1, 2. Cavab nə olur? 2 tam %88. Vəssalam. 2 tam %88 cavabı hardadır? B bəndində. Üçüncü testin cavabı da oldu B. Keçdik 4-ə. 33,72% bax buradayam. Onluq kəsirlə ifadə, yəni faizi əldə çevirəm. Faizi əldə çevirəndə 100-ə bölmək lazımdır. Onda burada 33,72-ni bölməliyəm 100-ə. Vergül 100-ə böləndə 2 dənə sıfır olduğu üçün vergül 2 dənə sola sürüşür. 1, 2. Nə olur cavab? 0,10.000-də 3372. Yəni vergül getdi burada. Hardadır? D bəndində. Dördüncü testin cavabı da oldu D bəndi. Keçdik 5-ə. İndi onluq kəsirdir faizlə ifadə edir. Yəni ədəd verib də bu faiz deyil ki, faiz şahsı gözü yox. Ədəd verib deyir, onu faizi çevir. Ədədi faizi çevirmək üçün nə edirdik? Faizi ədədə çevirmək üçün 100-ə bölürdük, faizi ədədə çevirmək üçün. Ədədi faizi çevirmək üçün 100-ə vururduq. Onda mən bunu 100-ə vurmalıyam. Yəni 0,52-ni vurmalıyam 100%-ə ki, faizə çevirim. Nə olacaq? 100-ə vuranda 2 dənə sıfır olduğu vuranda sağa sürüşür vergül. Bunların hamısını bazı dərslərdə keçmişik. Onluq kəsirləri keçəndə. 100-ə vuranda vergül 2 dənə sağa sürüşür, 100-ə böləndə 2 dənə sola sürüşür. İndi 2 dənə sağa sürüşür. Burada da 1, 2. Cavab olsa yəni 52%. 52% cavabı hardadır? C bəndində. 5-ci testin cavabı da oldu C. Silək bunu da keçək 6-cı suala. Deyir 5,7 onluq kəsirini faizlə ifadə edin. Bax, ədəd verib mənə. Faiz yoxdur ki, yanında ədədi faizi çevirməliyəm. Ədədi faizi çevirəndə nə edirdim? Yadıma saldım. 100-ə vururdum. Yadımdan çıxıb dedim ki, bir dəqiqə. Faizi ədəd çevirəndə 100-ə bölürdük də. 2% %2-dir. 100-ə bölünür də. Burada uz yadıma salım qarışdıramsa. 100-ə bölürdük də faizi. Onda ədədi faizi çevirəndə 100-ə vururduq. Vəssalam. Onda 5,7-ni vurmalıyam 100-ə. Neçə olur? Vergi 2 dənə sağa sürüşür. Daha bunları bilməli də uzatmıram. Cavab olur 570 faiz. Daha faiz yazmadım burada. 6-cı testin cavabı da oldu. A bəndi. Keçdik 7-yə. Deyək, ədəd 3 dəfə artanda neçə faiz artır? Baxın, burada ən qəşəng üsul, belə tip suallarda, hər hansı bir ədəd seçib onu 3 dəfə artırmaqdır. Məsəl üçün, daha asanını da göstərəcəm. Mən deyirəm də. Məsəl üçün, ədədin tutaq ki, 20-dir. Mən bunu 3 dəfə artırsam nə olacaq? 60. İndi bu neçə faiz artdı tapmaq üçün belə yazmalıyam normalda. Deyirəm ki, 20, ədədim 20 idi axı 100%dirsə, 60 oldu axı 3 dəfə artdı. Bu neçə faizdir? X. Və buradan çarpaz vurursan, 20-ni x-ə vurursan, 20 vur x bərabərdir. 60-ı 100-ə vurursan, 6000. Burada x tapmaq üçün 6000-i 20-ə bölsən olur 300 faiz. Yəni sən tapdın ki, 20 100%-dir, 60-a x demişdir, 300%-dir. 300%-dir. Nə qədər artım oldu? Neçə faiz artdı? 100%-dən 300%. Yəni 300-dən 100-ü çıxıram, 200% artım oldu. Yəni 100-dən 300-ə kimi nə qədər artım? 200%. Cavab B bəndi. Bax, əslində həll budur. Amma daha rahat həlli indi sizə göstərirəm. Ədəd qoyucuq yenə də. Amma bu tip məsələlərdə ədədimi 100 qoymağı mənim üçün daha rahat. Faiz məsələlərində xəyali ədəd qoymuram, hansısa bir ədəd qoymalı deyirəm. Onu da 100-dən istifadə edir. Çünki 100 işimizi asanlaşdırır. Niyə? Çünki 100 elə ədəddir ki, 100-ün 15%-i neçədir? Hələ 15. Çünki 100-ün 15%-i bir dənə kənara tapım var. 100-ün 15%-i tapmaq üçün 100-ü %15-ə vurmalıyam da, düzdür. 100-də ixtisar gedir, cavab elə 15 alınır. Düzdür. 100-ün 47%-ni axtaram. Neynəməliyəm? 100-ü 100-də 47-yə vururam da. 100-də ixtisar gedir, hələ cavab 47 qal. Çünki faiz məsələndə ən asan, ən qəşəng ədəd 100-dür. Çünki 100-ün 15%-i 15, 100-ün 20%-i 20, 100-ün 19,13%-i hələ 19,13. Çünki 100-lər ixtisar gedir. Axtardığım faiz hələ mənim cavabım olur. 100-ün 27%-i hələ 27. Başa düşdünüz və ya başqa cür sual. 18% 100-ün hansı, yəni 18 100-ün hansı neçə faizidir? Hələ 18%. Çünki 100-ün 18%, 18. Ona görə 100 asan ədəd olduğu üçün
Belə suallarda çalışın 100-dən istifadə edin. Baxın, görün işimiz necə asanlaşır onda. 100 saat tənasübə ehtiyac qalmır. Çünki mən ədədimə 100 desəm, mən 20 demişdim. Mən belə göstərdim sizə. O həlli göstərdim. Ədədimə 100 desəm, 3 dəfə artırsa neçə olacaq? 300. Və sən buradan çox açıq şəkildə göstərsən ki, 300 100-ün neçə faizidir? Bax, 15 100-ün neçə faizidir? Hələ 15. Düzdür? 70 100-ün neçə faizidir? Hələ 70. Öyrəndik axı bunu. Onda 300-də 100-ün neçə faizidir? Hələ 300 faizdir. Deməli, bu 100 faizdən neçəyə qalxdı? 300 faiz. Nə qədər qalxdı? 200 faiz. Yəni, oturub heç tənasüb qurmadan B bəndini çox rahat seçirik. Bax, gəldim 8-ə. Deyir, ədəd 7 dəfə artır, neçə faiz artır? Ədədimə 100 idim. Daha 20 zat demirəm, 100 idim. 7 dəfə artırsa neçə olacaq? 700. 7000 yazdım. 700. Düzdür? Onda 700 ol dedim. 700 100-ün neçə faizdir? Hələ 700 faizi. Deməli, nə qədər artım oldu? 100 özü 100 faiz isə 7 dəfə artıb 700 faiz olub da, düzdür? 100 faiz, 700 faiz. Nə qədər, neçə faiz artım oldu? Təbii ki, 700-dən 100-ü çıxıram, deyəm ki, 600 faiz artım oldu. Yəni 100-dən 700-ə qalxmışsa 600 qalxmışsa da 600 artım olur. Cavab A bəndi. 8-lə də işim bitdi. Keçdik 9-a. Ədəd 4 dəfə azalanda, yenə də ədədi 100 götür. Deyəm, normalda deyim 100-dür. Bunu 4 dəfə azaltsam nə olacaq? 25. Yəni, yeni yaranan ədədim 25 oldu. Həmin bu 25 100-ün neçə faizdir? 25 faiz. Yəni, bu özü 100 faizdirsə, 100 faizdir. 25 onun neçə faizdir? 25 faiz. Çünki 25 100-ün hələ 25 faizdir. Düzdürmü? Və sağ. Neçə faiz azaldı? 100 faizdən 25 faizə düşdü. Nə qədər azaldı? 100-dən 25 çıxıram 75 faiz. Yəni 9-cu testin cavabı da olur D bəndi. Keçdik 10-a. Bir ədəd 2 dəfə artanda, yenə də ədədimi 100 götürəcəm. 100. Ədədim 100-dür. 2 dəfə artıbsa 100-ü 2-yə vurmalımız olub 200. Neçə faiz artar? 100 faizdən 200 faizə qalxdı. Nə qədər artıb? 200-dən 100-ü çıxıram, görürəm ki 100 faiz artıb. 10-cu testin cavabı da oldu A bəndi. Keçdik 11-ə. Deyir, ədəd 20 dəfə azalsa, yenə də ədədimi 100 götürdüm. Bu ədədim 20 dəfə azalsa nə olacaq? 5 olacaq da. 100-ü 20-yə bölündə 5 edir axı. Neçə faiz azaldı? Yəni 100 faizdən 5 faizə düşdü də. Düzdür? Çünki 5 hələ 100-ün 5 faizidir axı ona görə. 100 faizdən 5 faizə düşdü. Neçə faiz azaldı? 100-dən çıx 5-i bax da 95 faiz. Sən də onu soruşur. Neçə faiz azalar? A bəndi. 11 ilə də işimiz bitdi. Keçdik 12-yə. Ədəd yenə deyir 98 faizdən neçə dəfə azalar. Ədədimi 100 götürsəm, 100. Bunun 98 faiz azalır. 100-ün 98 faiz neçədir? Hələ 98. 100 çox qəşəng gəlir. 100-ü 98-ə vuranda hələ 98 edir. Yəni 98 faizi tapanda. Onda 100-ün 98 faizi 98-dir. Bunu 98 faiz azalsam, yəni 98 faiz azalsam neçə olacaq? 2 olacaq. Yəni 100-dən çıxdım 98-i. Düzdür? 2 oldu. Neçə dəfə azaldı? 100 idi, 2 oldu. Neçə dəfə azaldı? 50 dəfədə. Neçə dəfə azaldığını tapmaq üçün 100-ü 2-yə böləm, tapıram ki 50 dəfə azaldı. 12-ci testin cavabı da oldu B bəndi. Keçdik 13-ə. Ədəd ilk öncə 40%, sonra 3 dəfə azaldı. Ədəd neçə faiz azaldı? Bax, ədədimi 100 götürürəm yenə də. Əsas ədədim budur. İlk götürdüyüm ədəd bu idi. Bunu 40% azaltmalıyam. 100-ün 40% neçədir? Hələ 40-dır da, düzdür? Deməli 100 40% qədər, yəni ki 40 qədər azalıb. 100-dən çıxıram 40 oldu 60. Başa düşdünüz? Ədədim ilk öncə 40% azalıb. Yəni 100 40% azalıb. 100-ün 40% ilə 40-da axı 100-dən çıxdım 40 oldu 60. Sonra 3 dəfə azaldı. Bu 60 da 3 dəfə azalıb. 60-ı da böldüm 3-ə. Cavab oldu 20. Ədəd neçə faiz azaldı? Mənim ədədim 100 idi, axırda oldu 20. Yəni 100%-dən 20%-ə düşdü. Nə qədər azaldı? Bax da 100-dən 20-yə düşdü. Nə qədər fərq var arasında? 100-dən çıx 20-yə 80%. Deməli ədədim 80% azaldı. 13 dənə də işim bitdi. Keçdik 14-ə. Deyir ki, ədəd 80% azalan neçə dəfə azalar? Bax, yenə də ədədimi 100 götürdüm. Bunun 80% neçədir? 100-ü yazdım. Bunun 80% hələ 80-dir də. Düzdür? 100-ün 80%, yəni 100-ü %80-də vururam. %80-ə qədər 18 alınır da. 100-ün 80% hələ 80 atdı. Bu da 80% azalıb. Yəni 100-dən çıxmanın 80 olub 20. Deyir, neçə dəfə azalar? Ədədim 100 idi. Bu deyilənlər ilə sonra 20 oldu. Azaldı. Neçə dəfə? Neçə dəfə azaldığını tapmaq üçün böyük hissəyə böləm. 100-ü 20-yə böləm. Tapıram ki, 5 dəfə azalıb. 14 oldu D bəndi. Bu da sizə faiz sualları. Nə var burada? 15. Deyir ki, ədəd ilk öncə 7%, sonra 3 dəfə azaldı. Ədəd neçə faiz azaldı? Problem yoxdur. Yəni ədədimi 100 götürərəm. İlk öncə 7% azalıb. Düzdür? 100-ün 7% neçədir? Hələ 7. Yəni 100-ü %7-yə vuranda hələ 7 edir də. 107% azalıb. Yəni 100-dən çıxıram öz 7%-ni 7-nin cavabı olur 93. Oldu 93. Sonra 3 dəfə azaldı. Deməli bu 93 də 3 dəfə azalıb sonradan. 93-ü 3-ə böləm, cavab olur 31. Deyir ki, ədəd neçə faiz azaldı? Ədədim 100% idi, oldu 31%. Bu deyilənə eləyəndən sonra. Nə qədər azaldı? Nə qədər fərq var arasında? Dəfə demir var, nə qədər, neçə faiz? Dəfə deyəndə bölürəm.
Dəfə deməyəndə çıxıram da böyükdən. 131 çıxıram, görəm 69. Deyirəm ki, 69% azaldı. 15-ci testin cavabı da oldu A bəndi. Silək bunu da keçək 16-ya. Ədəd ilk öncə 6%, sonra 2 dəfə azaldı. Ədəd neçə faiz azaldı? Yəni ədədimi 100 götürərəm. İlk öncə bu 6% azalır. Yəni 100-ün 6% neçə eləyir? Hələ 6 da. Azalıb bax 100-dən çıxıb 6 oldu. Oldu 94. Sonra da 2 dəfə azaldı. Bu 94-dür, 2 dəfə azalıb sonradan. 2-yə böləm, oldu 47. Ədəd neçə faiz azaldı? Başlanğıcı ədədim 100 idi, oldu 47. Nə qədər azaldı? Yəni neçə faiz azaldı? 100%-dən 47%-ə düşdü. Dəfə deməyib ki, yox, onda çıxıram. 100-dən 47-dən çıxıram, olur 53. Dəfə desəydi bölürdüm böyük ikisiyə. 16-cı testin cavabı da oldu B bəndi. Keçək 17-yə. 30 ədədin 20%-ni tap. Bundan qorxuruq biz. 30 ədədin 20%-ni tap nə deməkdir? 20% nə deməkdir? Deyirsən ki, 20% %20 deməkdir. %20. So, 30 ədədin %20-sini tapdı. Kəsirdən bilsin, 30-un %20-sini tapmaq üçün nə edirik? Ədədin hissəsini tapmaq üçün ədədi hissə göstərən kəsirə vurmağımız kifayətdir. Yəni 30-u %20-yə vurmağımız kifayətdir. İxtisar getdilər 10-a, sıfırlar getdi. İxtisar getdilər 10-a, sıfırlar getdi. 3 vur 2 neçədir? 6. Demək 30-un 20%-i oldu 6. Keçdik 18-ə. 220 ədədin 20%-ni tap. Yəni 20% nə deməkdir? Bunu faizi ədədə çevirdim. Belə baxıram suala. 20% %20 deməkdir. 220 ədədin %20-sini tap. Deyirəm nə var burada? 220-ni vuracağam %20-yə. Çünki ədədin hissəsini tapmaq üçün ədədi hissə göstərən kəsirə vurmamız kifayətdir. Ona ixtisar getdilər. Ona ixtisar getdilər. Nə qaldı? 22 vur 2. Yəni 44. Burada cavab oldu 18-də C bəndi. Keçdi 19-a. Deyir 840 ədədinin 60%-ni tap. 60% nə deməkdir? 60% %60 deməkdir də. Düzdür? Yəni 840-ın %60 hissəsini tap demək istəyir də. Onda 840 vurmalıyam %60-a. Ona ixtisar getdilər, ona ixtisar getdilər, qaldı 84 vur 6. Onda 4, 80, 24, 504. Yəni D bəndi. 19-la da işimiz bitdi. Keçək 20-yə. Sürətli gedirəm buralar. Çünki asandır da. Çünki kəsirdən də bunu işləmişik deyə. Mövzu izahında detallı danışdıq deyə. Burada heç bir şey yoxdur. 45-in 40%-dən. 40% nə deməkdir? Əldə çevirsən, faizə də çevirsən %40 deməkdir. 40 böl 100. 40% bu deməkdir də. Onda 45-in %40 hissəsini tapdıq da. Bizə 45-i sadəcə necək? %40-a vuracaq. Bəssən. Əldə hissəsi tapmaq üçün əldə hissə göstərən kəsirə vururuq. Ona ixtisar getdilər. Sonra 2-yə ixtisar getdilər. 4-ü 2-yə böldü 2, 10-u 2-yə böldü 5. 45 ilə də 5-5-ə ixtisar getdilər. 9 qalır. 9-u 2-yə vuranda 18. 18 haradadır? Y bəndində. 20-ci testin cavabı da oldu Y bəndi. Keçirik 21-ə. Deyir 80 ədədinin 5,5%-ni tap. Yəni 80-i vurmalıyam neçəyə? 5,5 böl 100-ə. Belə yaza bilərsiniz, heç bir problem yoxdur. Çünki faizə çevirmək üçün 100-ə bölmək lazımdır da. Və bu daha rahatdır mənim üçün. Mən belə gəlirəm. 80-i bölürəm 20-yə, burada 4 qalır. 100-ü də 20-yə bölürəm, burada 5 qalır. Düzdür, bərabərdir. 4-ü vurmalıyam neçəyə? 5,5-i 5-ə böləcəm. Onluq hissələrin bölünməsini də bilirəm. Cavab buradan 1,1 alınır. Burada 4 vurulsun, bunda cavab 1,1. 4-ə 1,1-ə vuranda cavab olur 4,4. Yəni burada artıq kəsirləri bilməlisiniz də, ona görə bunları sürətli gedirəm. 21-ci testin cavabı oldu A bəndi. Keçdi 22-yə. Deyir, sinifdəki 40 şagirddən 20% qızdır, sinifdə neçə oğlan var? Bu məsələ bu cür bax da. Sinifdəki 40 şagirddən 20% deyilsə, 20% %20 deməkdir də. Yəni ki, qolaq, yaxşı, istəmirəm hələ gedim, belə geçəcəm. Yaxşı, geçəcəm mən, hər bir üsul. Beynimə müxtəlif üsullar gəlir. Birinci bundan gedim. Bu daha rahat başlayacaq, sonra ikinci üsul deyəcəm. 40 şagirdin 20% qızsa, onu 20% %20 deməkdir. Belə baxırsan ki, 40 şagirdin %20-si qızdır. Onda qızların sayını tapmaq üçün mən nəyi əməliyəm? 40-ın %20-sini tapmalıyam, %20 hissəsini. Artıq faiz kimi baxmıram da, onu əldə çevirdim. 40-ın da %20 hissəsini tapmaq üçün 40-ı %20-yə vurmağım kifayətdir. 20-yə ixtisar gelirlər, burada 1, burada 5 qalır. 40-dan da 5 ixtisar gelir, burada 8 qalır. Deməli, qızlar oldu neçə nəfər? 8 nəfər. Düzdür? Qızlar 8 nəfərsə, oğlanlar neçə nəfərdir? Ümumi şagirdlərin sayı 40 olduğu üçün 40-dan çıxıram qızların sayını, qalanlar oğlanların sayı olacaqdı. 40-dan 8 çıxdım, cavab oldu 32. Oğlanların sayı oldu 32 nəfər, yəni 22-ci testin cavabı oldu A bəndi. Hə, ikinci üsul nə demək istirdim bayaq? Bu cür də baxa bilərsiniz də. Tam işə mən 100% demişdim axı. Düzdür? Mövzu sahne demişdim. Onda
Bu sinif 100% götürülsə, 20% qızsa, oğlanlar nə olacaq? 80%. Birbaşa elə 40-ın 80%-ni tapsam, çünki bütün sinifin 80% oğlanlardır. Ona görə mən 40-ın 80%-ni tapıram. Yəni 40-ı vururam %80-a. 80% %80 deməkdir axı. Yəni %80 hissəsini axtarıram. Vəssalam, burada 20 ixtisar gedirlər, 4 qalır, 20 ixtisar gedir, 5 qalır, 40-dan 5 ixtisar gedir, 8 qalır, 8-də 4-ü vuranda eyni cavaba gəlib çıxırıq. Yəni müxtəlif üsullarla gedə bilərsiniz. Sonraki məntiqi tutun. 23 deyir, 20% 20 olan ədəd tapın. Bu nədir? Faizinə görə ədədin axtarılmasıdır da. Bax, faizi ədəd hissə kimi bax. 20% nə deməkdir? %20-dir. Sən buna belə bax. %20-si 20 olan ədəd tapdır. Amma hissəsinə görə ədəd tapılması. Onda biz nə edirdik? Ədədi hissə göstərən kəsirə bölürdük. Yəni 20-ni bölməliyəm %20. Yəni vurmalıyam tərsinə 20-də 100-ə. İxtisar getdilər, cavab 100-dür. Və ya şifahiyə də baxa bilərdim. Biz demişdik, amma mən demişdim 100% elə ədəddir ki, 100 elə ədəddir ki, 100-ün 20%-i 20-dir, 100-ün 40%-i 40-dır, 100-ün 50%-i 50-dir. Ancaq 100-də bu belə asandır da. Burada gəlsə 20%-i 20 olan ədəd deyir. Desən ki, bu 100-dür də 100%. Çünki 20%-i 20-dirsə 100-dən danışır da. Çünki 100-ün 20%-i 20-dir. Yəni həll eləmədən belə Y bəndini seçə bilərdiniz. Və ya tənasüb qura bilərdiniz. Belə deyərdiniz. 20%-i 20-dirsə, ədəd özü neçədir? Yəni 100%-i neçədir? Bütövədə neçədir? X çarpaz vuracaqdır. 20 vur X bərabərdir 100 vur 20-yə. Yəni 2000-ə. Burada X bərabərdir 2000-i 20-yə böləcəkdir. Cavab olacaq 100. Eyni cavaba gəlib çıxacaq. 23-lə işimiz bitdi. Keçdik 24-ə. Faiz məsələləri belə asan. Qabaqda həm biraz mürəkkəbləşdirəcək, amma o da bizim üçün mürəkkəb olmayacaq. Görəcəksiniz. Yolun 20%-ni getdikdən sonra hansı hissəsi qaldı? Tam yola, tam işə biz nə dedik? 100%. Əgər mənim yolum 100% isə 20%-ni gelmişəmsə, hansı faiz qalıb? Düz 100% isə, razım 100-dən çıxıram 20-ni, 80%-i qalıb yolumun. Deyirəm, əla. Amma məndən hissə soruşur. Deyirəm, o soruşsun da, sən faizə də sevməyi bilmirsən, deyirsən, bilirəm. Nə edirdin? Faizə də sevməyi 100-ə bölürdün, yəni 80-i 100-ə bölürdün. Məxəzə bir dənə 100 yazırım da, bəs faizi sevdim elə də, oldu hissə də. Deməli, hansı hissəsi qaldı? Bu qədəsi qalıb. 80% qalmışdı demişdim, onu hissəyə çevirəndə 180 deməkdir. Yoxdur axı cavabı, deyirəm, ixtisar apardı 20-yə. 80-i 20-yə böldüm 4, 120-yə böldüm 5, yəni 5-də 4. 24-cü testin cavabı da oldu. A bəndi. Keçək 25-ə. Deyir, yolun 30%-ni getdikdən sonra hansı hissəsi qaldı? Bayaq kimi. 30%-ni getmişiksə, ümumi yol 100% qəbul etsəm, 30%-ni getmişiksə neçə faiz qalıb? 70%. Düzdür? Amma məndən hissə soruşur. 70%-i çevirməliyəm nəyə? Ədədə. Nəyə bərabərdir? 70-i bölürəm 100-ə də. Faizi ədəd çevirmək üçün 100-ə bölürdüm. Bəs yoxdur axı elə cavab deyirəm. Ona ixtisar aparıblar da. Olub 10-da 7. Hardadır? Y bəndində. 25 ilə də işimiz bitdi. Keçdik 26-ya. 5-də 2 kiloqram 1000 qramın neçə faizdir? Nə var bunu tapaq? Birinci ələn 5-də 2 kiloqram neçə qram olduğunu tapaq. 5-də 2 kiloqram. 1 kiloqram neçə qramdır? 1000 qram. Düzdür? Onda 5-də 2-ni vuraram 1000-ə. Bildiniz nə edim? Qolaq tezdən göstərəm, başa düşəsiniz. Eyni şey yazsam, onsuz da izahı tezdən verir. 1 kilo 1000 qramda axı 5-də 2 kiloqram 1 kilonun 5-də 2 hissəsi deməkdir. Yəni 1000 qramın 1 kiloda 1000 qram deməkdir. 1000 qram 5-də 2 hissəsi deməkdir. 1000 qram 5-də 2 hissəsi tapmaq üçün nə edərik? 1000-i 5-də 2-yə vurarıq. Çünki ədəd hissəsi tapmaq üçün ədəd hissə göstərən kəsrə vurmamız kifayətdir. 1000 ilə 5 ixtisar gedir, burada 200 qalır. 200-də 2-yə vuranda olur 400. 400 qram. Yəni bu 5-də 2 kiloqram 400 qram deməkdir. İndi mənə bu sual verir ki, o deyir ki, 400 qram 1000-in neçə faizidir? Bax, 400 qram 1000-in neçə faizidir? Bayaqlar demişdim. Sən belə də baxa bilərsən. Tənasüblə də bilirsən, belə də baxa bilərsən. Deyərsən ki, 400 qram 1000-in neçə faizidir qalsın 1 qrağa. 400 qram 1000-in hansı hissəsidir? 1000-in yəlik al bundadır. Deyirsən ki, 400 bölünsün 1000. Yəlik al olan getdi məxrəcə. Bu hissəsidir aslında. Deyirəm, əla. İndi mənə bu faiz kimi lazımdır. Ədəd formasıdır. Bu ədəd faiz sevməsi nə edirdik? Ədəd faiz sevməsi 100-ə vurmağımız kifayətdir. Vuram 100-ə. İxtisar getdi 2 0 buradan 2 0 buradan 400-ü ona böləndə 40%. Sualın cavabı hazır. Bu bir həll. İkinci həll. 400 qram 1000 qramın neçə faizi demirdik. Bu 5-də 2-nin 400 qram tapmışdı da daha uzatma. 400 qram 1000 qram neçə faizi deyəndə tənasüb də qura bilərdin. Deyərdin ki, 1000 qram burada əsas ədəddir axı. 1000 qramı əgər mən 100% qəbul eləsəm, 400 qram neçə faiz olacaq? Çünki sual var axı. Sən bilməlisən ki, 400-ün qabağında x yazmaq. Çünki deyir ki, 400 qram 1000-in neçə faizi? Yəni 400 qramın qabağında x olmalıdır. Çünki mən 400 qramın neçə faizi olduğunu axtarıram. O da 100% buna aiddir. Çünki 1000 qramın neçə faizidir soruşur da bizdən. 1000 qram əsas qəbul olunur. Yəni bu 100%dirsə, 400 qram neçə faizidir? Tənasübü qurdum. Yenə də çarpaz vurulur. Yəni 1000 vurulsun x bərabər 400-də 100-ə vuranda olur 40. 1000 düzdür. X-də tapmaq üçün 40 1000-i 40 1000-ə bölürəm, cavab olur 40.
Sualımın cavabını yəni 40 tapdım. Göz neçə üsulla getdik? 3 dənə üsulla getdik. Əsas odur ki, məntiqini tut, hansı üsulla gelirsən get. 27 deyir ki, 300 litr, nə zamana da baxım, yaxşı gelib zaman. 300 litr 6 kub metrin neçə faizidir? Birincisi, burada çevirmələri bilməlisiniz. 1. Bunu bilməlisiniz ki, 1 litr əslində 1 kub desimetr deməkdir. Onda 300 litr nə deməkdir? 300 litr bərabərdir 300 kub desimetrə. Çünki 1 litr 1 kub desimetr deməkdir. Bunu çevirdim kub desimetrə. Şimdi bu 6 kub metr var ha. Bunu da kub desimetrə çevirdim ki, mən bunlar arasında əlaqə yarada bilim. 6 kub metr neçə kub desimetr? Çünki eyni vahidə gəlməlidirlər ki, mən bunlar arasında bir əlaqə yaradım da. Çünki biri litrləndir, biri kub metrləndir. Mən bunu həll edə bilmərəm axı. 306 neçə faizdir? Sən bunu 300 və 6-nı bir-birinə vurub, bölüb neçə eləməklə həll edə bilməzsən. Bunlar ikisi də eyni ölçü vahidinə götürməlisən. Yəni bu kub desimetrə gəldisə, bunu da kub desimetrə götür, ondan sonra iş görürəm. 300 litr nədir? 300 kub desimetrdir. 6 kub metr neçə kub desimetrdir? Bilməyənlər üçün deyim, 1 metr neçə desimetrdir? Ən azından bu 300 kubu qoydum bir yana. 1 metr neçə desimetrdir? 1 metr 10 desimetrdir. Bunu bilirik. Onda kub metri kub desimetrə çevirəndə bunlarda normalda metrlə desimetrin arasında 10 münasibət varsa, 10 dəfə birdən böyütsə, onda burada olacaq 10'un kubu. Çünki kub metrdir axı. Başa düşdünüz? Yəni onun kubu da 1000 edir. 1000. Artıq sən buradan bildin ki, 1 kub metr 1000 kub desimetrdir. Tezdən də bax 1 metr 10 desimetrdir 10. Amma 1 kub metr kub var, onda onun kubu qədər olacaq. Onun kubu da 1000 edir axı. Yəni 1 metr 10 desimetr ola bilər. Amma 1 kub metr deyilsə artıq nə olacaq? 10 vur 10 vur 10. 3 dənə 10. 1 kub metr nədir? 1000 kub desimetrdir. Onda 6 kub metr nə olacaq? 6000 kub desimetr. Əla. İndi suala belə baxacağam. 300 kub desimetr, çünki bunu çevirdim buna. 6 kub metri də 6000 kub desimetrə çevirdim. 300 kub desimetr 6000 kub desimetrin neçə faizidir? İndi ürəyi istəyən yolla görün. Ən rahat yol mənim üçün budur. 306 minin demir yarık A şəkilçisi. Deyirəm ki, 6000 gedir məxrəcə, 300 gedir yuxarı. Bu əslində hissəni tapmaq deməkdir. Amma faizlə soruşsa, hissə soruşsa cavabım budur. Amma faizlə soruşsa bunu 100-ə vurmalıyam. Çünki hissəni, ədədi faiz sevmirsə, ədədi 100-ə vururlar. Və salam. Burada nə olur? 100-ə ixtisar getdilər, qalıb 300 bölü 60, burada cavab 5 alınır da. 5 hardadır? B bəndində. Deməli, 27-ci testin cavabı da oldu B bəndi. Silirəm bunu, keçirəm 28-ə. 4 ədədi 20-nin neçə faizidir? Nin, yəlik A şəkilçisi getdi məxrəcə. 4 20-nin hansı hissəsi oldu? 20-də 4 hissəsi. Amma faiz soruşduğu üçün 100-ə vururam. Və salam. Bir ədəd digər neçə faizi soruşanda ümumiyyətlə, birincini ikinciyə bölsən 100-ə vurursan. Yəni nin gedir məxrəcə, birinci ikinciyə bölsən vurursan 100-ə. Və salam. Burada nə olur? 4 ilə 20 ixtisar gedir. 5 qalır burada 1, 5 ilə 100 ixtisar gedir, 20 qalır. Deməli 4 ədədi 20-nin 20 faizidir. 28-ci testin cavabı da oldu. A bəndi. Keçdik 29-a. 6 saat sutkanın neçə faizidir? Birincisi bu saatlandır, bu sutka ilə. Onu da sutkaya götürüm. 6 saatı yazdım. Bir sutka da 24 saat deməkdir də. Suala belə baxacağım. İkisi də görsə saata götürüm eyni vahidə. 6 saat 24 saatın, yəni sutkaya 24 saat deyirəm. 6 saat 24 saatın neçə faizidir? Nə olur? 24 saatın, yəlik A şəkilçisi deyil. Bunu buna bölürəm. Yəni ki, gedir məxrəcə. 6 bölü 24. Sutka getdi məxrəcə 24 saat. Bir də vur 100. İxtisar getdilər 6-ya, burada 4 qaldı. 4 ilə 100 ixtisar gedir. Cavab olur 25. 29-cu testin cavabı da oldu. B. Silək bunu da keçək 30-a. Deyir ki, 3 sentner, bir sözdə 1 sentner bilməyənlər üçün 100 kilogram deməkdir. Yazıram burada. 1 sentner, öyrən bunu bilmirsənsə, bərabərdir 100 kilograma. Onda 3 sentner nəyə bərabər olacaq? 300 kilograma da 3 vuram 100-ə. Bir də 1 ton var, onu da kilograma çevirim. 1 ton nəyə bərabərdir? 1000 kilogram. Bilməyənlər öyrənsin. Deyir ki, 3 sentner, yəni 300 kilo, 1 tonun, yəni 1000 kilogramın neçə faizidir? Nə olacaq? Bunun deyir də 1000 kilogramın, bu gedir məxrəcə. 1000 məxrəcdə 300 yuxarıda, təbii ki, bir də ki, vur 100, faizi sevmişsiniz. Faizi sevməsəm, hissə tapsaydım, elə 1000-də 300, bunları öyrənmişsiniz. Amma faizi sevməndə 100-ə vurursan. 100-ə ixtisar gedir bunlar. 300 böl 10 qalır. 300-də 10-u bölünə cavab olur 30. Yəni 30-cu testin cavabı oldu. A bəndi. Keçdik 31-ə. Suala bax. 30% 60 olan deyir, ədəd tam. Nə var ya burada? Tənasüblə geçəcəm elə. 30% 60 olan ədəd. 30% 60 isə
100% neçədir? Başa düşürsünüz? 30% 60 olan ədəd, o ədədin özü, yəni 100%lik ədəd özü neçədir? X. 30 vuram x-a 30x bərabərdir. 100 vuram 60-a 6000. X də bərabərdir 6000 30-a bölürəm 200. Sualımın cavabı hazır. 200 cavabı hardadır? C bəndində. 31-ci testin cavabı da oldu C. Bunu müxtəlif üsullarla həll edə bilərsiniz. Məsəl üçün belə də həll edə bilərsiniz. 30% 60 olan demir, 30% %30 kimi baxıram. Yəni %30 hissəsi 60 olan ədəd, hissəsinə görə ədəd axtaranda biz nə edirdik? Ədədimizi hissə göstərən kəsrə bölürdük. Yəni 60-ı bölməliyəm %30, yəni vurmalıyam tərsinə 30-da 100-ə. Nə baş verir? 60-dan 30 ixtisar gedir, burada 2 qalır. 2-ni də 100-ə vuranda tezdən 200 cavabına gəlib çıxır. Keçdik 32-yə. Deyir, ədəd 75% azalsa, bu ədəd neçə dəfə azalmış olar? Çox asan. Demişdim axı, belə ədəd suallar olanda 100 götür ədədi. Ədədim 100-dür. Bunun 100-ün 75% neçədir? Hələ 75. Düzdür? 100-ü vursan %75-ə, %ə ixtisar gedir, 75 olur da. Deməli, bu ədədimi 75% azaltsam, yəni 100-dən çıxsam 75-ə olur 25. Və bu deyir ki, neçə dəfə azalmış oldu? 100 idi, gəldi oldu 25. Neçə dəfə azaldı? Dəfə deyilsə, böyük hissəyə bölürəm. 100-ü bölürəm 25-ə, görürəm ki, 4 dəfə azalıb. Yəni 32-ci testin cavabı oldu B bəndi. Keçdik 33-ə. 33-ü oxuyuram, görək orada nə deyir bizə. Deyir ki, 20%-nin 40%-i 14 olan ədəd hansıdır? Bundan qorxmuram ki, mən. Niyə qorxum ki? 20%-nin 40%-i deyib bizə. Düzdür? Ədədim hansıdır bilməm. Bilmədiyim üçün ədədimi x deyərəm. Onda bu ədədim x-sə, hər hansı bir ədəddirsə, bu ədədin 20%-ni tapmaq üçün sən nə edərsən? Düşünün ki, ədədin 20%-ni tapmaq üçün ədədi 100-yə vuraram. Çünki 20% %20 deməkdir. Yəni ədədin %20 hissəsini tapmaq deməkdir. X-i vurdum %20-yə. Deməli, ədədim hər hansı onun 20%-ni tapdım mı? Tapdım. Şimdi bu 20%-in də 40%-ni tapmaq, bu 20%-dir də, bunun da 40%-ni tapmaq lazım. Onda bunu da vurmalıyım neçəyə? Bunun 40%-ni tapmaq üçün vurmalıyım %40-a. Düzdür? Bunun da 40%-ni tapmaq nəyə bərabər olurmuş? 14-ə. Adi kəsir məsələsidir. 20% %20 deməkdir. Bax, belə baxdıq. %20-sinin %40-ı 14 olanı tap. X-i vursan %20-yə, sonra da vursan %40-a bərabərdir 14-də. İndi burada ixtisarlarımızı aparaq. Burada 20-yə böldüm. Məxəzi söhbət 1, burada 5 qalır. Burada 20-yə ixtisar aparaq. 40-ı 20-yə böləndə 2, 120-yə böləndə 5 qalır. Nə oldu burada? X vurulsun, məxrəcləri birinə vuran 5-i 5-ə vuranda 25, sürətlər 1 vur 2, 2, bərabərdir 14 və X-i vuruğu tapmaq üçün, bax bunu, hasil digər vuruğa böldük. Yəni 14-ü bölməliyik 25-də 2-yə, yəni 14-ü vurmalıq tərsinə 2-də 25-ə. İxtisar getdilər 7 qaldı, X bərabərdir. 7-ni 25-ə vuranda cavab olur 175. Haradadır? B bəndi. 33 ilə də işimiz bitdi. Get-gedə güya çətinləşdirilir, amma bizim üçün artıq çətin deyil, çünki biz bunları kəsir məsələlərindən su kimi işləmişik, hətta bundan çətinlərini işləmişik. Keçdik 34-ə. 4%-i 0,8 olan ədəd aşağıdakilərdən hansıdır? Hansı üsulla sən gedirsən? 1. Tənasüb qurmaq ən rahatı. Mən istəyirəm tənasüb öyrəşəsiniz. Yazarsan ki, 4% nədir? 0,8-dir. Dillə deyirlər 4%-i 0,8-dir. Həmin ədədin özü, yəni bütöv ədəd, artıq mən bütöv işə tam ki 100% dedim. 100%lik ədəd neçədir? Yəni 4% 0,8 isə 100% neçədir? Nə edirəm? Çarpaz vuram, 4x-ə vuram, 4x bərabərdir 100-ü 0,8-ə vuram, olur 8. Bunun x nəyə bərabərdir? 8-i 4-ə böləm 2. Deməli, həmin ədədim 2-dir. 34-cü testin cavabı da oldu B bəndi. Keçdik 35-ə. 20%-i 60 olan ədədin 70% aşağıdakilərdən hansıdır? Bax, tənasüb hələ, ən rahatı. 20%-i 60-dır, deyir. 70% neçədir? Nə var ki burada? 70% x. Bax, faizin altında, ədədin altında. Çarpaz vuram, 20-ni x-ə vuram, olur 20 vur x, bərabərdir. 60-70-ə vuram, olur 4200. Burada x bərabərdir. 4200-ü 20-yə böləm, daha harf 420-ni 2-yə böləm, cavab olur 210. 210 haradadır? C bəndində. 35-ci testin cavabı da oldu C. Silək bunu da keçək 36-ya. 36. Bir hansı ədədin 35%-i 14-dür? Elə tənasüb ən rahatı. 35% nədir deyir? 14-dür. Onda 100% neçədir? Yəni tam ədədin özünü axtaramda x. 35% 14-dürsə 100% neçədir? Yəni ədəd hansı ədəddir ki 35% 14-dür? O ədədə 100% demişəm də. Çarpaz vururam. 35 x-ə vuram olur 35 vurulsun x bərabərdir 114-ü vuram olur
1400, burada x bərabərdir 1435-ə böləm, cavab olur 40. X-i 40 tapdım, sualın cavabı da hazır. Deməli, 40-ın 35%-i 14 edir, yoxlarını da görəcəksiniz. 36-cı testin cavabı da oldu D bəndi. Keçdik 37-yə. 12% ilə 2%-nin fərqi 50 olan ədədin 50%-ni tapın. Burada biraz uzun yolla, biraz yox, bir damcı uzun. Yolla geçəcəm ki, məntiq da su asan yolu deyəcəm sizə. Bax, ədədimə x deyərəm, x. X-in 12% nədir? X-i %12-yə vurmalıyam da, düzdür. Onluq kesinə yazarım ki, rahat olsun mənə. %12, yəni 0,12. Bu ədədin 12% nədir? X vurulsun 0,12-dir. Çünki 12% tapmaq üçün %12-yə vurmaq lazımdır. Adi kesinə %12-dir, onluq kesinə 0,12-dir də. Bu oldu onun 12%. Bunun 2% neçə olacaq? X-i vurmalıyam %2-yə. 2% %2 deməkdir. Yəni 0,2 onluq kesinə yazdım. Və bunlar biraz daha rahat olsun deyə belə yazarım. 0,12x olur birisi. 0,2x olur digəri. Eyni şeylə yazdım da. Sadəcə ədədləri qabağa çevirdim. Yəni deyir ki, bunların fərqi 50-dir. Yəni bunlar bir-birinə çıxanda cavab 50 olur. 0,12-dən də 0,2-nin çıxanda cavab olur 0,10. Yəni 0,1x. Başa düşdünüz? 0,12-dən 0,2 əmsallar bir-birinə çıxıram, olur 0,10. Sondakı 0 da mənası olduğu üçün elə bunu 0,1 kimi yazarım. 0,1x bərabərdir 50-yə. Burada x nəyə bərabərdir? 50-ni bölməliyəm 0,1. Onluq kəsələrin bölünməsini öyrənmişsiniz. Buradan cavabın 500 aldığını bilməlisən. Buraları uzatmıram. Və sualımın cavabı 500. Bu bir həll. İkinci həll nədir? Sən burada fikir verdin. 0,12-dən 0,2 çıxanda cavabı elə 0,10 almışdıq və demişdim 0 mənası olduğu üçün silmişdim də. Yəni 12% ilə 2%-in fərqi nə demək? Elə 10% də. Başa düşürsünüz? Yəni belə uzun-uzadı yazmaya da bilərsiniz. 12%-in 2%-in fərqi, sən 12%-in 2% çıxanda 10%. Bu demək istəyir ki, 10% 50 olan ədəd. Başa düşürsünüz? Belə getməyə də bilərsiniz. Bu səhv deyil ha. Sadəcə ola bilər ağlınız gəlməsin, belə gedərsiniz, gedə bilərsiniz, problem yoxdur. Bax, 38. Ona oxşar sualdır. 75% ilə 25%-in fərqi. Sən bunlar bir-birindən çıx 75 ilə 25-i. Neçə 50. Deməli bu demək istəyir ki, 50% 50 olan ədəd. Tənasübü birbaşa qur. Da tənlik zad qurma. 50% 50-dirsə, 100% x-dir. Vəssalam. Çarpaz vurdum 50 vur x bərabərdir. Çarpaz vurdum 100 vur 50. Yəni 5000. Burada x nəyə bərabərdir? 5000-i 50-yə böləcəm. Cavab olur 100. 100 hardadır? 100 yoxdur. Aha. Deyir ki, mən tələsdim. Mən ədədin özünü axtardım. Ədədin özünü tapırsa 10% tapa da bilərsiniz. Problem yoxdur. Amma ən rahatı budur. 75% 25%-in fərqi deyəndə deməli 50% deyir də bu. Düzdür? 50% 50 olan ədədin deyir 10%-ni tap. 10%. Ədədin özünü axtarmaq lazımdır. Mən buraya 100%-ında ədədin özünü axtardım. Amma mənə deyir ki, həmin ədədin 10%-ni tap. Vəssalam. Çarpaz vuram, 50-ni x-ə vuram olur 50 vur x. Onu 50-yə vuram olur 500. X ilə bərabərdir 550-yə böləm. Sualımın cavabı birbaşa hazır 10. Yəni Y bəndi. Bayaq cavabını tapmışdım 100. Çünki mən ədədin özünü axtarmışdım. Ədədin özünü tapandan sonra davam edə bilərdim. Ədədin özünü 100 tapmamışam. 10% tapmaq üçün 100'ü 100'də 10'a vurub tezdən 10 cavabını alacaqdım. 38 ilə də işimiz bitdi. Keçdik 39-a. Deyir 20% ilə 30%-nin cəmi. 20 ilə 30-un cəmi neçədir? 50 də. Demək istəyir ki 50% 100'dür. 50% 100. 50% 100 olan ədədin 25%-ni tap. Yəni, nə var burada? 25% x. Getdik də. Çarpaz 50 vur x. Bərabərdir 25 vur 100. Yəni 2500. Burada x nəyə bərabərdir? 2500'ü 50'yə böldüm 50. 50 hardadır? D bəndində. 39-cu testin cavabı da oldu D. Keçək 40-cı testə. Deyir, sinifdəki 30 şagirdin 40%-i oğlandır. Qızlar oğlanlar hansı sesini təşkil edir? Heç bir problem yoxdur. Oğlanlar nədir? 30 şagirdin 40%. Yəni 30'un 40%-ni tapmalıyam. 30'un 40%-ni tapmaq üçün nədir? 30'u %40'a vururuq. Ona ixtisar getdi, ona ixtisar getdi. Nəsə oldu? 12. Deməli, oğlan 12 nəfərdir. Onda qızlar neçə nəfərdir? Qızlar ümumi sinif 30 nəfərdirsə, 12'si oğlansa 30'un 12'ni çıxıram. Yazıram bax burada 30 çıxır 12. Qızlar oldu 18 nəfər. Yəni sualımız nədir? Qızlar oğlanların hansı sesini təşkil edir? Oğlanların. Onda nə olur? Oğlanlar gedir məxrəcə. Görürsünüz bax, oğlanların yer ki aşağısı olan gedir məxrəcə. Qızlar gedir 18 yuxarı avtomatik. Hansı hissəsi? 100'ə vuruq? Yox. Hansı hissəsidir? Neçə faiz desəydi bunu 100'ə vurardım.
Hansısa istəyirsə sualın cavabı elə budur. Yoxdur axı orada ixtisar aparıblar da. 6-ya ixtisar apar. 18-i 6-ya böləndə 3 qalır, 12-ni 6-ya böləndə 2 qalır. Yəni 2-də 3. 2-də 3 harda var? A bəndində 40-cı testin cavabı da oldu. A bəndi keçək 41-ə. Deyir 24 saat işlədiyinə görə fəhlə 240 manat əmək haqqı aldı. 8 saat işləyərsə fəhlə neçə manat əmək haqqı aldı? Çox asan deyil bu suallar. Tənasüb 24 saat nə qədər alıb? 240. Yazırsan. 24 saat, saat yazmam da bura. Bilək də. Yaxşı yazıram. Tənbəl olma lazım. 24 saat nə qədər pul alıb? 240 manat. Tənasüb qururam. 8 saat nə qədər alar? Və sonunda 8 saat, saatin altında manat 8 saata bilmirəm. X manat. Tənasüb mühazir çarpaz vur. 24-ü x-ə vururam. Çarpazla belə. 24 vurulsun x bərabər olmalıdır. 8 vur 240-a. 8 240 vuranda 1920 edir. 1920. Burada x bərabərdir. 1920-ni 24-ə bölməliyəm. 192-də 24, 80. X tapdım 80. Deməli 24 saata 240 manat alırsa 8 saata 80 manat alacaq. Cavab C bəndi. Tənasübsüz normal məntiqlə də əldə edə bilərsiniz. 24 saata 240 alıbsa 240-ı böləm 24-ə taparam ki, birisi hər saat 10 manat alır da. 24-ü ona vuram da 240-a yaxın. Onda 8 saat hər saat 10 manat alsa 8 ona vuracam, 8 saat 80 manat alacaq. Bu cür də gedə bilərsiniz, amma tənasübə öyrəşməyiniz üçün artıq məsələlərin çoxsunu tənasüblə həll etməyə çalışacağam. 42. Deyir maşın 8 kilometr məsafəni 1 saata gedir. O həmin sürətlə 3 dəqiqəyə neçə metr yol gedər? Tənasüb qura bilərəm, sürət məsələsi kimidir, amma tənasüb öyrəşək deyə tənasüb quracağam. Sadəcə burada kilometr və saat verilib, sualda isə 3 dəqiqə neçə metr? Bax, dəqiqə və metr deyib. Tənasüb quranda mən demişəm ki, eyni kəmiyyətin altında yazılır. Onda bunu metrə və bunu dəqiqəyə çevirməliyəm ki, bu metr və dəqiqə ilə uyğun gəlsin, eyni kəmiyyətlər olsun. Deyirəm, əla. Onda tənasüb belə quracağam. Bu maşın 8 kilometr, yəni 8000 metri neçə saata gedir? 1 saata. Buna dəqiqə çevirirəm, yəni 60 dəqiqəyə. Ne deyibsə onu yazdım. 8000 metri 60 dəqiqə gedir. Və sual budur ki, 3 dəqiqəyə, dəqiqənin altında fikir verirsiniz, götürdüm dəqiqənin altında yazdım. 3-dür bura. 3 dəqiqəyə neçə metr yol gedər? Metrin altında metr yazdım. X bilmirəm. Sualımın cavabı hazır. Çarpaz vuracağım. X vur 60, yəni 60x bərabərdir 8000 vur 3, yəni 24000. Buradan da x nəyə bərabərdir? 24000-i 60-a böləm. Cavab olur 240, 64, 400. Deməli 3 dəqiqə nə qədər gedər? 400 metr gedər. 42-ci testin cavabı da oldu D bəndi. Amma mən sizə bir söz deyim, nələrə diqqətli olun. Burada səhv eləməmişik, yoxsa sadəcə deyim ki, gələcəkdə səhv eləməyəsiniz. Tənasüb biz quranda 90% çarpaz vuruq. Fikir verirsiniz. Niyə çarpaz vuruq? Çünki burada düz mütənasiblik var. Düz mütənasiblik nə idi? Yəni kəmiyyətdən biri artanda neçə dəfə artır, digər də həmin dəfə artırdı. Və ya 2 dənə kəmiyyət görürük. Mən neçə dəfə azalsam, o da həmin dəfə azalır. Mən azalanda o da azalır, mən artıranda o da artır. Bu bir düz mütənasiblik. Yəni işimiz düz gedir. Artıram sən də azalırsan, azalıram sən də azalırsan. Yəni düz mütənasiblik. Tərs nədir? Mən artanda sən azalırsan, sən artanda mən azalıram. Görürsünüz tərsinədir də. Onu deyirlər tərs mütənasiblik. Tərs mütənasiblik olanda yan bayan vururlar. Necə təyin edəcəyik? O 90%-də düz mütənasibliklə həll olur. Amma siz yenə də məsələlərə baxanda təyin edə bilərsiniz. Çünki fikir verin, burada normal həyatdan məntiqlə baxın, heç riyaziyyat kimi baxmayın da. 1 saata filan qədər gedir. 3 dəqiqə nə qədər gedər? Bax, zamanı azaltdılar da. Yəni 60 dəqiqəyə 8000 gedir. Mən 63 dəqiqəyə 8000 gedirəm. 3 dəqiqə nə qədər gedər? Təbii ki, mənim cavabım da azalacaq da. Başa düşürsünüz? Yəni mən 60 dəqiqəyə 8000 gedirəmsə, eyni sürətlə 3 dəqiqə nə qədər getəcəm? Daha az getəcəm də. Bir var 1 saat yol olmuşam, bir var 3 dəqiqə yolda olmuşam. Yəni ki, mən burada fikir verin, bunun zamanı azaltdım, o 60 dəqiqəni 3 dəqiqə saldımsa, cavabım da azalmalıdır. Normal məntiqlə bunu bilmək lazımdır. Yəni cavabım da azalmalıdır. Yəni kəmiyyətlərdən birini azaltdım, o biri də azalırsa, burada düz mütənasiblik var. Ona görə çarpaz vurur. Çünki bir azanda o birisi də azalır. Tərsinə olsa bir azanda digər artsaydı, onu tərs olardı. Onda yanbayan vurardı. Bu vur bu, bərabərdir, bu vur bu. Yəni bax, məsəl üçün deyim sizə, bir dənə fikirləşim. Eyni məsafə olsun. Hə, eyni məsafədir. Buradan Sumqayıta gedirəm. 60 sürətlə, məsəl üçün gedirəm 3 saata. Məsəl üçün deyirəm, 3 saata. Mən sürətimi artırsam, neçə saata gedərəm? Düz Rasim, sən 60 sürətlə gedirsən 3 saata, sən sürətini artırsan, orada hansı bir ədəd verəcək də məsələdə. Yəni, desək ki, tutaq ki də 80 sürətlə 3 saata gedər. Belə bir sual verəcək. Hə, 60 ilə Rasim 3 saata gedirsənsə,
sən sürəti artırdıqca daha tez çatacaqsan. Təması ol. Yəni sən mənə zəng vurursun ki, Rasim maşını biraz bərk sür. Bunu nöşləyə bilərsən mənə. Yəni tez çatım deyə də. Deyirsən, hə. Sən sürəti artırsan, tez çatacaqsan. Tez çatmaq nə deməkdir? Az vaxt sərf edəcəm də yola, düz deyil. Yəni mənim sürətim artdıqca zamanım azalır. Bax, bu məsələdə tərs mütənasiblik var. Məsəl üçün, belə bir məsələ olsa ki, 60 km sürətlə 3 saata çatır. Eyni yolun sürətini artırıb 80 eləsə, neçə saat çatar? Tənasüb eyni şeydir, eyni cür quruq. 60 km 3 saat, 60 sürətlə 3 saat çatır, 80 sürətlə x. Bu cürdür. Amma bu dəfə burada tərs münasib olduğu üçün həlli belə olacaq. 80 vur x bərabər də 60 vur x. Yan bayan, çarpaz vurmayacaqsan. Tənasüb həmişə eyni cür qurulur. Amma tərs münasib yolunda artıq yan bayan vurub bərabərləşdirsən, çarpaz vurub bərabərləşdirmirsən, yan bayan vurub bərabərləşdirsən. İnşallah qabağımıza çıxar, yəqin ki, tərs münasiblik məsələləri də orada mən sizə göstərəndə daha aydın beynimizə oturacaq. Yəni onun mövzusu izahında nə üçün əlavə olaraq tərs münasiblik danışmalıyım? Çünki onun ancaq məsələ üzərində tam otura bilər beynimizdə, belə yox. Bir salonda 520 yer vardı. Oyun zamanı yerlərin 75% tutulmuşdu. Salonda neçə oyunçu vardı? Nə deyirlər bunlar? Neçə oyunçu demək istəmir, yəni neçə tamaşaçı. Aləmi qatıblar. Hə. Deməli, salonda 520 yer var. Oyun zamanı yerlərin 75% tutulub. Sonra deyir ki, salonda neçə tamaşaçısı vardı. Tamaşaçılar bu yerlərin 75%-ni oturub da, düz deyil. Onda 520-nin 75%-ni tapsam, sualımın cavabı hazırdır. Bəsəm. Yəni 520-ni vururam %75-ə. 25 ixtisar gelirlər. Burada 3, burada 4 qalır. 520-dən də 4 ixtisar gedir. Burada 130 qalır. 130 da 3-ə vuranda olur 390. Deməli, salonda 390 tamaşaçısı var idi. 43-cü testin cavabı da oldu A bəndi. Keçdik 44-ə. Bir Hafiz 20 test tapşırığı həll etdi ki, bu da bütün testin 40%-ni təşkil edir. Hafiz neçə test tapşırığı həll etməli idi? Tənasüblə, ən rahatı. 20 test tapşırığı həll edib, bu da bütün testin neçə faizdir? Deyirək 40%. Deməli, bu 20 test 40%dir. Sual nədir? Hafiz neçə test tapşırığı həll etməlidir? Yəni, bütün testlərin sayını soruşdur. Yəni, 100%li işi də. Yəni, işin 40%-i 20-dirsə, 100%i neçədir? Bilmirəm, aklımda da yazdım x. Bəs salam. Başlayalım çarpaz vurmağa. Niyə? Çünki 40% 20-dirsə, 100% onun da çox olmalıdır. Normal bir şeydir. Burada düz mütənasiblik var. Çarpaz vuram, 40x-ə vuranda olur 40x. 20-ni 100-ə vuranda olur 2000. Nədir çıxdı? Əl vurmaq istəmirəm, öz yoxa çıxar bəlkə. X də bərabərdir, hə, yoxa çıxdı. 2000-i 40-a böləm, cavab olur 50. Hafiz neçə test tapşırığı həll etməli idi? 50. Doğrudan da 50-nin 40%-i 20 idi. Tapsız görəcəksiniz. 44-cü testin cavabı da oldu C bəndi. Bu videonu 50-yə kimi apara bilsəydik yaxşı olardı. Bir videoda 50 test çox gözəl olardı. 45. Bir Amin 15 alma yedi ki, bu da bütün almaların 20%-i təşkil edirdi. Bu da asan. 15 alma yiyib, bütün almaların 20%-idir. Tənasüb quracağım. 15 alma 20%-dirsə, Amin neçə alma yeməli idi? Bütün almaların sayını soruşur da, düzdür, 100% x. Yəni 15 ilə 20% isə bütün almalar soruşur məndən. 100%i soruşur məndən. Faizin altında olmalıdır. 100% x-dən almalıdır. Yenə çarpaz vururam. 20 vur x. Bərabərdir. 15-i 100-ə vururam. 1500. Burada x bərabərdir. 1520-yə bölünəcək. Cavab olacaq 75. 75 hardadır? D bəndində. 45-ci testin cavabı da oldu D bəndi. Keçdik 46-ya. Bu üstədir, yox bu üstə. 46. Bir usta və şagird birlikdə 3400 detal hazırladı. Şagird bütün detalın 26%-ni hazırladı. Usta neçə detal hazırladı? Birincisi, bunu oxuyanda rahat şəkildə başa düşürsən ki, bütün detalın 26%-ni şagird hazırlayıbsa, usta neçə faizini hazırlayar? Çünki ikisinin bir yerdə gördüyü iş 100%lik işdir də. 26%-ni sən görmüşsənsə, 100-dən çıxsa 26-nı, deməli 74%-ni mən görmüşəm də usta olaraq. Düzdürmü? Düzdür. Sonra tənasüb quraram. Deyərəm ki, usta və şagird birlikdə 3400 detal hazırladı demir mənə. Yəni 3400 detalın, tənasüb qurmasız da olar. 3400 detalın 74%-ni usta düzəldib də, bizə soruşur usta neçə detal hazırladı. Yəni 3400 detalın 74%-ni tapsam, mənim üçün kifayətdir.
Yəni 3400 vursam %74-ə ustanın tapdığı, düzəltdiyi detalların sayını taparıq. Başa düşdünüz? Yəni müxtəlif üsulla da gedə bilərsiniz. Bir də bunu həll edeyim. Getdi 34 74-ə vuranda çox güman ki burada 34 vur 74 2100 2220 2480 2516 eləməlidir. Cavab D bəndi. 46-cı testin cavabı olur D bəndi. Bunu başqa nə üsulla həll edə bilərdim? Belə də gedə bilərdim. Yəni fərqi yoxdur, çox məntiq tut da. 3426%-ni tapardın, yəni şagird elə detal düzəldir. Tapdın da bir ədəd, daha tapmıram mən. Sonra 3400-dən o ədədi çıxırsan, sən qalanını usta düzəldir. Bu da bir üsuldur. Yəni yenə də eyni cavaba gəlib çıxacaq. Keçdik 47-yə. 47. İlk kitabın 240 səhifəsi var. Nadir birinci gün kitabın 40%-ni oxudu. Kitabın neçə səhifəsi oxunmamış qaldı. İstəyirsən 240-ın 40%-ni tap. Tap gör ki, bu birinci gün nə qədər kitab oxuyub, neçə səhifə kitab oxuyub. Tapandan sonra 240-dan o əldə qoy göstərim. 240-ın 40%-ni oxuyub Nadir. Düzdür, 240-ın 40%-ni tapamazsa 200-ü %40-a vuraram, yəni 40%-ni taparam. İxtisar getdi ona, ixtisar getdi ona. Nə qaldı? 24 vur 4, 96. Yəni 96 səhifə oxuyub. Nə qalıb? 240-dan çıxarım 96, neçə səhifə qaldığını taparam. 240-dan da 96 çıxanda cavab olur 144. Yəni cavab A bəndi. Bu bir həll. İkinci həll necə idi? Deyə bilərsən ki, Nadir birinci gün 40% oxuyubsa, o birisi neçə faizi qalıb? 100% olmalıdır bütövlükdə. 40%-ni oxuyubsa 60% qalıb, düzdür? Onda 240-ın 60% qaldı. Məndə sonuçta neçə səhifə qalıb da? Birbaşa 240-ın 60%-ni də tapa bilərsiniz. Ona ixtisar getdi, ona ixtisar getdi. 24 6 evanın tezindən 144 cavabına gəlib çıxdı. Keçdik 48-ə. Şagird kitabdan 50 səhifə oxudu ki, bu da kitabın bütün səhifələrin 10%-ni təşkil edir. Çox asan. Bax, 50 səhifə bütün kitabın səhifələrin 10%-idir. Tənasüb vuracağım. 50 səhifə nədir? 10%-dir. Kitabın neçə səhifə var? Yəni bütün kitab neçə səhifədir? Bütün kitab 100% sayılır da artıq. Yəni 100%lik kitab neçə səhifədir? X. Vəssalam. Çarpaz vur, 10-u x-ə vuranda olur 10 vur x. Bərabərdir çarpaz vur, 50-ni 100-ə vuranda olur 5000. X də bərabərdir 5000-i 10-a böləm 500. 500 hardadır? Kitab 500 səhifəymiş. 500 səhifənin 10%-i 50 eləyər də. 48-ci testin cavabı da oldu C bəndi. Keçdik son iki məsələyə. Yəni bu video üçün son iki məsələ təbii ki. 49. Bir almanın tərkibində 60% su var. 20 kilogram almanın tərkibində neçə kilogram su var? Deyir axı 60% su olur almanın içində. Onda 20 kilonun içində neçə kilo su olacaq? 20-nin 60%-ni tapmalıyam. Çünki alma 20 kilo olsa onun 60%-ində su var. Onu 20-nin 60%-ni tapmazsa 20-nin %60-ı vurmağım kifayətdir. Rəssam. Ona ixtisar getdi sıfırlar. Ona ixtisar getdi sıfırlar getdi. 2 vur 6 12. Sualımın cavabı 12. 49 oldu. C bəndi. Keçdik 50-ci sualımıza. Bunu silin. Gözünüzü olmasın. 50-ni oxuyuram. Bir sinifdə 40 şagirddən 20% əlaçıdır. Sinifdə neçə əlaçı var? Deyir də 40 nəfərin 20% əlaçıdır da. Tap 40-ın 20%-ni əlaçıların sayı hazırdır. 40 vurursan %20-yə, yəni 20% tapmaq üçün. Getdilər, ona ixtisar getdilər, 4-ü 2-yə vuranda 8. Deməli, 50-ci testin cavabı da oldu A bəndi. Yəni sinifdə 8 nəfər əlaçı var imiş. Bu videoluk bu qədər. Növbəti video davam edəcək. Və ümid edirəm ki, məsələləri sürətli şəkildə getdim. Çünki çox asan idilər. Çox asan idilər. Mən inanmıram ki, sizin burada başa düşmədiyiniz bir hissə oldu ki, başa düşməsəniz 100% WhatsApp qrupunda yazın, mənə bildirin. Faiz məsələnin çətin bir şey yoxdur. Davam edəcək. Qabaqda biraz daha çətin məsələlər gələcək. Amma çətin deməyim də. Yəni buna nisbətən daha da çətinləşəcəklər. Amma hamısını çox rahat şəkildə başa düşəcək. Əsas mən inanmıram ki, siz əlinin faizin tapılmasını bilməyəsiniz artıq bu dərsdən sonra. Faizi əldə çevirmək, əldə faiz çevirmək, bunu bilməməyiniz mümkün deyil. Ona görə sürətlə getdim. Suallar nə idi? Bu əvvəlli başına nə idi? Ədədi faiz çevir, faizi əldə çevir. 100-ə vur, 100-ə böl demə, vur nə izah verim? Mövzu izahında başa düşmüşük də məntiqində həlli qaydasında. Əlinin faizini tap, bilirəm də, faizi görə tap, bilirəm də artıq bunu. Çünki əlinin hissəsini tapmağı da bilirəm, hissəsini görə əldə tapmağı da bilirəm, mövzu izahında danışmışıq. Düzdürmü? Sonra nə var idi? Qanunlar tənasüblə həll olunurdu. Tənasüblə çətin bir şeydir axı. Nə deyirsə yazırsan onda, vəssalam, bura, 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 bura. Eyni kəmiyyətin altına yazırsan və ondan sonra tənasüb çarpaz formada həll etsən 90% yəni məsələdə çarpaz formada həll olunur. Bəzən
tərs mütənasiblik olanda yan-bayan vurulub həll olunur. O tərs mütənasibliklər də qabağımıza çıxdıqca mən sizə hər dəfə aşılamağa çalışsam, bax burada tərs mütənasiblikdir. Nə üçün? Buna görə. Bayaqlarda izahını verdim, tərs mütənasiblik necə təyin olunur, amma hər dəfə məsələ çıxanda da mən sizə göstərəcəm, onda beynimizə tam oturacaq. Bax belə desəm, aydın olmayacaq. Boş da belə havadan desəm. Hər məsələ çıxanda mən sizə göstərəcəm, o tərs mütənasiblikdə çox rahat şəkildə təyin edə biləcəksiniz və salam. Faiz məsələlərində qorxulu heç nəyimiz qalmayacaq. Bu videoluk bu qədər. Növbəti videoda faiz mövzumuza davam edəcəyik. Diqqətinizə görə çox sağ olun. Sağ olun.